Bismillahirrahmanirrahim. Allahın adı və yadı ilə Beyin Mühəndisinə qarşı Türkçə əski kitablar proqramının 454-cü bölümünü açıram. İnşallah xeyirli olsun. Gedək görək bu günləri hansı proqram, hansı kitab bizim ürcahımıza çıxır ki, ondan tanış olaq. Keçənki proqramlarda burada bir audio var. Bu audio nə səsidir? Hər nədir bu feylən bizim dərdimizə dəyməz. İndi bu cələsədə bir kitab görürəm, adım 1, 2, 3, 4, 5 qoya. Ehtimalən bu cüzləri olaraq indirmişik. Görək ki, bu nədir əslən? Əcəba açılır, açılmır? Açılmır təəssüflə. Bu birincisi açılmadı. İkincisi açılsın ən azından. Bu da açılmadı. Üçüncüsü də açılmadı. Bunlar da fəqət bir nömrə yazılıbdır. Nömrə ilə kitab necə kərlər tapılar onu mən... Aha, bu açıldı. Beşincisi açıldı və altıncısı, dördüncüsü. Dördüncüsü ilə beşincisinin yeri dəyişibdir. Bu 5, bu da 4. 4 açılmadı. Əcəba indi bunu 5-ə baxsaq, görək ki, bu nədir? Əgər lazım olsa biriləri təzəşdən indirərik. Zahirən belə görünür ki, bu kitab 16 səhifədən ibarətdir. Ehtimalən kiçik bir şeydir, səhifə-səhifə az səhifə ilə qoyublar bir-birinin dibinə. Hikayəti qırıq vəzir. Hikayəti qırıq vəzir olacaqdır. Object Owner Universitet Bibliotek Leipzig. Ehtimalən Almandadır və orada o danışgah Leipzig danışgahı bunu saxlar. The University Computer Center Leipzig offers in conjunction with the project partners to release the web application access to the digitized documents. Tamam. Bu fəqət kitabın haqqında bir toziklər veribdir, amma bu adı nə oldu? İgit ola bilər ya da hikayət olacaq, hikayət yazıbdır. Hikayəti qırıq vəzir ya da vəzir. Bu bəllidir bir kitabdır. Bunu indi biz qırıq vəzir yazıq görək ki, hikayəti əcəba bunları tapa bilsək çox gözəl olar. Buradan hikayəti qırıq vəzir ya qırıq vəzir. Hikayət yazsaq nə olar? Qırıq vəzir deyə yazdıq. Görək ki, yazıb ki, aha, burada gəlibdir, bəli. Burada birinci, üçüncü, ikinci, birinci bölüm. Bu birinci bölümü açaq. Download oldu. İkinci bölümü də açırıq, download olsun. Üçüncü də bölümü açaq, download olsun və dördüncüsü də olsun. 5 varımızdır zahirən. Qırıq vəzir, mən niyə bunu 40 yazdım gəldi? 5-ci bölüm. Amma kitabda bunlar 1, 2, 3 düşübdür. Fərqini düşməyibdir. Gedək burada, görək ki, bu hara gəldi. Hara getdi o?
Buradaymış. Bunları eləyə bilirik ki, silaq. Burada feilən bunlar getdi. O bir dana ki qaldı. Hangisi idi? Bu 4. Səhvlə silmişik. 4, 5 qalırdı. Tamam. Səhvlə sildik, amma lazım olsa bunu indirərik. 5-incisində bunu açıq feilən. Amma bu kitabın gəldi əvvələ. Ya sonda olacaq bu. Burada. Görək bu açılır. Birincisi açılmadı. Bəllidir. Bunun iradı var. Açılmadı. Açılsa da oxunmayacaqdı. Amma biz açmağa çalışaq. İkincini açdıq. Üçüncünü də açdıq. Və dördüncünü də açdıq. Bu 4 danadan tamam. Bu qədər bizə yetişər. Bunları açdıq. Bu 5. Bir açılmadı. Ehtimalə baxaq görək açıldı, oxunur ya yox. Açılmayıbdı və açılsa da oxunmayacaqdı. Yəni bunu oradan indidən özümüz görək və çox da onun üstündə hesab aparmayaq. Gedək o birisi ikinciyə baxaq görək ki, ikinci harda idi? Burada olacaq. İkincidən başlayaq. Bu da 5 getsin aşağıya. Aynı Almanda Leipzig danışgahında, universitetəsində bu kitab saxlanır və əvvəldə bir səfər danışgah qoyubdur. Çünki səfər qoyublar, yəni bir yerdə qoymayıblar. Bunların hamısını bir yerdə qoysalar, məsələn, bunun 51 səhifəsi var. O birisi açılmadı. Əlbəttə bir ayrı tikəsinə də baxsaydıq, bəlkə bu da el yox. Səhv elədim. Bunu başqa, buradan açacaqdıq. Bəlkə burada birincisini görsək. Burada yoxdur. Burada da yoxdur. Sadəcə burada var, amma bu da bir gördüyümüz kimi bir download olubdur, amma oxunmadı. Əcəba bu nədir? Divan-ı Nizami Eloğlu tərtibi ilə. Yox, təəssüflə bu açılmadı yəni. Yox. Tamam, neyək? Bu hekayənin qalanını elə bu şeydən oxuyarıq gedər. Nə oldu? Bunlar bağlandılar. Tamam, 2 3 4 İndi 5-i gələk təzəşdən indirək. Burada 5 var idi. Qəhrəmannaməni yadıma gəlsə biz tamam, belə PDF də var imiş. Tamam, bunları gördük. İndi buradan kitabın əvvəl özünə bir baxaq görək kitab nə vəziyyətdədir. Kiçildirəm, səhifəyə yerləşsin. Səhifədə aşağıda page 51 vurubdur. Yəni buradan öncə 51 səhifə birinci cildidə var imiş. Bu da 51 səhifə. Bu olsun 50 səhifə qabaqcan varmış. Bu da 51 səhifə olsun 101 səhifə. Bunu görək 101. Bu neçə səhifədir? Bu da 50 səhifədir genə. Bu 101-dən başlayır. Calibdir. Ta 150-yə can. Bu da 151-dən başlayır. Ta bu da 5-incisidir. 200 səhifə, 250-yə can. Yəni bu kitabın 250 səhifəsi var. Beləsi baxdıq, səhifələrini bildik. Kitabın adı yazılıbdır 40 vəzir. Çünki bu burada deyildi. Bizdə də onu ilk ayət yazıblar. Biz də ilk ayət yazırıq. O hekayət də əlbəttə hekayət
Qırıq vəzirdir, yoxsa qırq vəzir? Onu mən orada gördüm, qırıq yazıblar. Qırq vəzir. Qırq vəzir. Bu kitabın birincisidir. Səhifələrə bir sürətlə baxaq, görək ki, bu səhifə bizə nə verir. Səhifəni görürük kitabda. Əlbəttə, burada 136-cı səhifə yazıb kitabın özünün üstündə. Baxın, özdə cüt-cüt gedib qabağa. Diqqət buyurun. Bu ikincidir. Kitabın özünün üstündə latincə 136 yazılıbdır. Və bu da görürük ki, qərə yazı ilə yazılıbdır. Bəzi kəlmələr qırmızı yazılıbdır və bəzi kəlmələrin başı üstə qırmızı rənginə xətt çəkilibdir. Bunu görürük. Bəzi səhifə biraz kremi desək yaxçıdır. Kremidir. Biraz baxın rəhlərinə. Bu biraz yaşıllı kağızdır. Bu ağdır. Bu qırmızıdır. Yenə aynı başlanır. Kremi. Beləsi gedirik. Bir də başlasa qırmızıdan gəlsə. Aha, bu qırmızı. Bu ağdır. Sarıdır. Bu yenə ağdır. Bu kremidir. Yenə kremidir, ağdır, kremidir və bu cürsə davam edir. Yəni bəzi səfələr yenə sarı və qırmızı. Bu qutardı. Nə cür oldu? Çox tez qutardı. 51 səhifədir, yəni 25 vəraqdır əslində. Hər halda bu kitabın üzərində yazılan ədəd biraz bizi şəkkə saldı. Özləri nömrə qoyublar, latindir. Bu nömrə qoyublar beləsi. İkinci cildə gelirik. İkinci cildi də yenə kiçildək. Əvvəldə danışqahın özünün bir səhifəsi var. Onu hesabla qoymasaq. Görürük ki, biraz kiçildək, səhifə yerləşsin. Aynı xətt ilə türkcədir və qırmızı və qərə. Amma bəllidir bu dərbar üçün deyil. Yəni bəllidir ki, bu məhəllədə, bir evdə qalmaq üçün yazılıb, sadə xətt ilə yazılıb. Kitaba burada su gəlmağını da görürük, üstə kitaba su gəlibdir, onu görürük. Kağız yenə aynıdır, yəni kitabın görsəniz, qalinliği görsəniz bəllidir ki, çox qalin bir kitabdır, rəngli səfələrlə düzəlibdir. Aynı vəziyyətdə gedir. Burada əlbəttə yazıb ki, 26-cı Vəzirül Ərru. Bəs kitabın adı vəzirdir. Amma 40 dana vəzirdir. 27-ci vəzir Ər-Ruklub etdi. Ər-Rukub etdi. Ər-Ruklub etdi. Beləsi bir şey yazılıbdır. Nə deməlidir? Onu görək ki, 28-ci vəzir ehtimalən Əl-Ruklub etdi ey şah. Bu da beləsi bir şey görürük. Kağızın üstünə bir zərrə o başdan bu kağızın üstünə su gəlib tökülübdür. Bu birisi səhifəni görürük. Mən burada da o nömrəni ki, orada görürdüm, onu burada görmürəm. Amma bir şey diqqətimi çəkdi. Kitabın aşağıda yazılardan eşikdə sonki vərəqdə necələr o yazılıbdır ki, əgər cırılsa biz onu oradan tanıyacağıq. Məsələn, burada qıraqda gəlibdir çox sonki səhifənin yazısı. Burada bir dana cümlənin başı üstə tamamən xətt çəkibdir. Bilirsiniz, biz buracan bu 880-dən çox tanış olduğumuz kitablarda bir çox kitabla tanış, bir neçə dənə kitab oxumuşuq ki, nağıl və hekayədir. Yəni, ehtimalən sadəcə fəqət nağıldır. Və nağılın gözəlliğindən onu yazıblar, saxlayıblar bizə. Ya da ki, mən onu nağıl fərz edirəm. Ola bilər ki, o nağıl olmasın. Əlbəttə, əski zamanlarda
nağıl əgər çox da dərdə dəyməyən olsaydı onu yazmırdılar. Çünki kitab çox baha idi. Yazı işi baha bir iş idi. Çox əla, ağır bir iş idi. Amma hər bir nağılın da içində bir hekayə var idi. Bir öyrənmək üçün bir məsələsi var idi. Ona görə onu yazırdılar. Kitabın 5-ci cildinə baxırıq indi. O ədədlər daha yoxdur. Orada fəqət 1-2 səhifədə görmüşdük. Burada daha görmək. Kitab qutardı burada. Cəlibdir kitab. Təmmət deyərək 5-ci cildin 16-cı səhifəsində qutardı. Nə cür? Biz hardan nə? Bu sürətlə gəldik 16-ya yetişdik. Özü 16 səhifədir. Üstə burada yazıb 16 səhifə. Burada gəldik, yetişdik, təmmət oldu. Sonra bir ayrı təmmətin davamı var. Bir ayrı təmmət dua yazılıbdı. Əcəba bu harda fərq? Bu da fərqli bir qələmlə yazılıb. Bəllidir ki, bunu soralar yazıblar. Bunu əlbəttə oxumalıyıq. Sonra bir ayrı səhifədə ki, sənəyi 1091 yazılıbdı. Bunlar da ehtimalən ölənlər, diri qalanların tarixləridir, bir şeylərdir ya da borcular filanlardır. Çünki 191, 1087, 1089, 1091, 1093, 1093, 1094 və 1095 görsənir. Yəni 1087-dən başlayan tarixlər burada qoyublar ta 1095-də də bu tarixlər qutarır. Bir səhifə, 2 səhifə, 3 səhifə ağdır və 4-cü səhifədə də kitabın əhəmiyyətini göstərir. Bununla belə ki, bunun xətti göstərir ki, bu bir ailə kitabı olacaqdır. Çox aşağı bir səviyyədə yazıldığı üçün xətt olaraq. Amma kitabın cildi 3 bölümdən ibarətdir. O da budur ki, gəlir arxadan bunun üstünə gəlir. Eyni halda Osmanlı dövründə su üzündə çəkilən gözəl bir nəqqaşi də vardı. Bu bəllidir ki, bu kitab da önəmli bir kitabdır. Amma nədən isə indi o kitabın üstündə də nəqqaşını gördük. Cildin də üstü cild bir gön cild olacaq ehtimalən. Qırağındakı o işığın işıldamasından deyirəm bu göl olacaqdır. Və üstünə Osmanlı dövründə su üzündə çəkilən nəqqaşilərdən bir nəqqaşi çəkiblər, yapışdırıblar. Sonunda bir dana ehtimalən bir ayrı bir dildə nədir, oxuya bilmirəm, Almanca olacaqdır. Bu kitaba bir şey yazıblar ki, bunu əlbəttə versaq bəlkə oxuya bilər. Bir dənə də burada bir müşkili həman əvvəl həll eləyirik. Burada da bir müşkil haqqında bir şey yazılmışmış latincə, onun ərəbcəsində yazıblar. Cəlibdir. Mən bundan bir əks salım verim, görün bunu oxuya bilir, hangisi nə mənə buna versaq. Salma da yaxşı oldu. Bunu gərək beləsi yekəldaq. Yekəldindən sonra bundan bir əks salsaq. Tamam. İndi bundan bir əks saldıq. Və bu əksi salandan sonra bunu edit eləmək lazımdır. Ki, kiçilsin və verək bunu oxusun, görək bu kitabın haqqında nə yazıblar. Bəllidir ki, bu kitabın sonuna bunu əlavə eləyiblər. Nə oldu bu? Niyə açılmadı bə? Təzəşdən. Bəlkə bunu tamam, bunu Google məmulən bunları rahat oxuyur. Əgər eləyə bilsək, Google-ə versək. Görək bunu nə oxudu. Buna taylarını gətirdi. Əvvəl bunu deyək ki, bunu tərcümə
Belə B farsisini bırak şöyle sürətlə bunu tez oxuyaq görək nə yazır. در متن یادداشتی به زبان لاتین درباره یک نسخه خطی از داستان یوسف و زلیخا اثر جامی شاعر نامدار ایرانی است. در ادامه ترجمه دقیق عبارات لاتین نوشته شده در تفسیر به زبان فارسی آورده شده است. کتاب عشق یوسف پیامبر و زلیخا یا زلیخا. این یک اثر داستانی رومانس است که از منظومه فارسی شاعر بسیار مشهور ایرانی عبدالرحمن ابن احمد جامی گرفته شده است. این اثر توسط یک نویسنده ناشناس ترک به نظم شعر درآمده و بیشتر آن همراه با اعراب گذاری علائم ضمه فتحه کسره نوشته شده است. خط کتابت آن نیز عمدتاً نسخ است. متن کتاب گاهی به صورت منظوم شعر و گاهی به صورت منثور نثر پیوند خورده است و همزمان با آیات متعددی از قرآن کریم آراسته و تفسیر شده است. تنوع کاغذ صیقلی آهار خورده این نسخه شگفت‌انگیز است، چرا که برگه‌های آن به صورت دوتایی و پی در پی با رنگ‌های مختلفی از جمله سفید، زرد، سرخ، سبز، قهوه‌ای و غیره رنگ‌آمیزی شده‌اند. این تنوع شگفت‌انگیز خواننده را بیشتر به مطالعه مداوم و دقیق کتاب ترغیب می‌کند. این کتاب یا مصحف نسخه خطی در قطع وزیری یا 8 وجبی بزرگ و در حدود سال 1088 هجری کتابت شده است، یعنی تقریبا 50 سال پیش از سال cari. الان bu kitabı alan zaman ki bunu yazıblar 1724 imiş. O zaman bu adam bunu götürüb yazıbdı, amma bu kitab o deyil ehtimalən. Bu bir ayrı kitabın haqqında yazılıb. Mənə belə gəlir. Amma əslisi budur ki, gedək bu kitabı oxuyaq, görək ki bu kitab o dediği kimidir ya yox. Təəssüflə görürsünüz ki, biz eləyə bilmirik bu kitabın birinci cildini görək və bu kitabın bəlkə bunu bir ayrı, mən bunu bir ayrısını download eləmişdim. Əcəba bu onu axtarsaq tapar. Burada bir şey demişdi. Bir də gedim bunu bir təəssüflə ayrı bir şeylə nəmin inançdım bunu. Nə idi? PDF varımız mı yoxumuz mu? Microsoft Office açmır ki, ləğəl bundan açsa. Görək, bəlkə bundan açsa yaxşılar ən azından. Just one olmur, yox. Bəlkə burada əks kimi açdı, o da açmadı. Əks kimi açmayacaqdı. O da açmır. Yəni bu faylı bir cürdür ki, açmır. Hər halda buradan çıxaq eşiyə. Olanı budur və ayrısı qırıq vəzir yazıb burada. Mən görüm bu qırıq yazsaq, eyni buna tay yazsaq, bunun ayrı bir nüsxəsini tapar. Burada gətirdi. Umarım ki bu 5-ci cild, bu 4-cü cild, bu 3-cü, bunları indirmişik nəzərə gələn. Bu 1-ci cild. Umarım inşallah burada açılsın. Açıldı. 1-ci cildi də açdıq.
A, bu da 4'dür. Birinci cild yox. Birinci cildi də beləsi baxaq dostlar. Bu da cəlibdir. Kitabın adı burada görürük. Qırq vəzirdir. Qırıq vəzir deyil. Kitabın birinci adı budur. Qırq vəzir. O latincə düz yazıbdır. Kitabın əvvəldə burada rəngi sarı rənginə başlamasın. Əlbəttə zahirən kitabın bu bir ayrı kitabın şeyidir. Bir ayrı kitabın bir parçasıdır. Böyük bir kitabın bir parçasıdır. Çünki burada ortada görürük. Amma görək ki aynı xətt ilə davam edir və burada bir kəlmə yaddan çıxıbdır. Onu götürüb beləsi götürüb yazıbdır. Bu birinci xətti bəllidir. İndi qərəliyib kitabı çox bəllidir. Bu birinci xətti yazılıbdır. Yəni ehtimalən bu gedəcəkdir elə əsli yazıdır. Bu gedəcəkdir xəttata. Amma ehtimalən xəttata getmədən qabaq ya ölübdür, ya hər nə olubdur, bu yazan adam ehtimalən əhəmiyyətli adam olduğu üçün elə bunun əsərin, əl yazısını kitab eləyiblər və biz görürük. Tamam, bunu çox yaxşı oldu. Tapdıq, qeydaq və kitabın əvvəlindən. Əvvəldə o danışqahın ki, səhifəsini çıxsaq qırağa, kitabı indi oxumağa başlasaq. Bismillahirrahmanirrahim. Kitabəti qırq vəzir. Kitabət yazıb adına. Əlbəttə əvvəlində ri vardı. Rikayət də, riknayət. Belə bir şey yazılıbdır. Yəni ehtimalən bu niyə beləsi r ilə yazılıbdır? Riknayət. Kitabətdir, kedir. Kitabəti qırx vəzir. Kitabın adı beləsi özü yazıbdır ki, o səsidir qoyub altına. Kitabəti hekayətdə qırx vəzir. O da yazmışdı, latincədə yazmışdı, ikabət yazmışdılar, onu iyi görüblər. Ona görə burada görürsünüz yazıb ki, hekayəti qırx vəzir, amma bu kitabətdir ki, burada yazıbdır hekayət, amma burada hekayət deyil, kitabət oxunacaqdır. 40 vəzir. Bismillahirrahmanirrahim. Elhamdülillahi və salatu ala nəbiyyihi və ba'duh. Elə bu qədər. Allaha şükür olsun, Həzrət Peyğəmbərə də salam salavat olsun və qutardı. Bu kitabı əzəli dildən, üzrən, bu kitabı ərəbi dildən Əhməd Misri Sultan Əsri üçün tərcümə eyləmiş. Kim? Bu kitab Ərbəin Səbah və Məsadır dərlərmiş. 40 gecə günüz vardı bir dana. Nədir onun adı? Farsca biz onu çox eşitmişik. Şahla vəzirin qızının daşlandı. Nədir? Çehil Aydat. Mən onu farscası yadıma gəlir. Bu hər halda deyir ki, bu kitab, pəs əsli bu kitab ərəbcədən tərcümə olubdur. Bunu yazaq, tərcümə. Tərcümə ərəb dilindən Əhməd Misri Sultan Əsr üçün. Əhməd Misri Sultan belə yazaq ki, kimə tərcümə olmuşdur? Əhməd Sultan Əhməd Misri. Sultan Əhməd Misri üçün tərcümə eyləmiş. Kim? Bu kitabə Ərbəin Səbah və Məsa deyilmişlər. Kitabın əsl adı, əsli ad Ərbəinə ərəbcədir. Ad ona görə. Ərəbcə Ərbəinə Səbah 40 gün və 40 gecə və Məsa dərlərmiş. Təvarix mulukidə
gətirilmişlər ki, Əcəm məmləkətində. İndi bura gəlir Əcəmliyə də farslılara gedir. Gətirmişlər ki, biz belə oxumuşuq da, farsların şahlarından biri xanımısının xəyanətini görür və öldürür. Öldürəndən sonra hər gün bir xanım gətirir, alır, gətirir və onu gecə saxlayır, səhərə yaxın öldürür, yox edir. Və sonra daha bu səs yayılır, heç kəs istəmir şahla olsun, çünki bilir ki, sonrası öləcəkdir. Şahın çarəsi vəzirdən istəyir ki, ona bir çarə tapsın, bir xanım tapsın. O da gedir evə, axtarır, tapanmır və gedir evə, qızı görür bunu, dədəsi çox narahatdır, soruşur, nədir qəziyyə? Deyir ki, belə, şah belə bir əmr veribdir, tapanmıram adam ki, şah onunla evlənsin. Qız deyir gecə, çox şey olma, narahat olma, İnşallah biri tapılar, sən gecəni yat, səhərəcən çox şey olar. Səhər dədəsinə deyir ki, ona deyir ki, mən tapdım və öz qızımdır. Beləsi, nağıl bu olacaqdır. Muluki, təvarix-i mulukidə, yəni şahların tarixlərini yazanda çox gözəl deyibdir. Çünki biz tarixdə normalda qəhrəmanlar və şahların hekayələrinə tarix deyirik. Amma burada deyir ki, tarix çoxdur, fəqət bu tarixdə təvarix-i mulukidə gətirmişlər ki, Əcəm məmləkətində bir ulu padişah var idi. Haqqə 7 keşvər onun əlində idi. 7 keşvər, qədim deyəndə ki, dünyanın çox yer adamları deyirlər 7 keşvər. Yadıma gəldi ki, bu məsəl kimi idi, işlənərdi. Biz də bunu çox eşitmişdik. 7 keşvər onun əlində idi. Şəhriyarlıq onun tələətində. Tələət yəni taleyində idi. Tələətində roşən idi. Biraz kitabın yazması xətti fərqlidir, amma çox görürsünüz, çox rahatca oxunmalı və anlamalı bir dildə yazıldı. Haqqı Teala ana bir oğul ruzi qılmışdı ki, cəhan xəlqi anın hüsnündə heyran olmuşdu. Burada x kimi yazılıbdır, amma xeyran üçün kəlməsi yoxdur, heyran oxuyacaq. Oxumaqda və yazmaqda, ox atmaqda və su. Bu kitabı ehtimalən qabaqcan oxumuşuq, mənə taza gəlmədi. Ehtimalən bəlkə 1 il öncə, 1 il 6 ay, 5-7 ay öncə bu kitabı oxumuşuq, ehtimal verirəm. Pəs bu uşaq nə idi? Cəhan xəlqi anın hüsnündə heyran olmuşdu. Çox gözəl idi, yəni göyçək. Oxumaqda, yəni kitab oxumaqda, yazmaqda, yaz sözü bilirsiniz ki, qışdan sonra biz yaz deyirik və orada hər şey yerdən göyərir, çıxır və biz onlarla tanış oluruq. Yaz sözü elə oradan gəlibdir. Yazmaq sözü ki, türkcə var, yaz fəslindən götürübdür. Yaz, yazmaq, yazlıq, bizim bu çoxlu bu lüğət işlənir. Yazmaqda, oq atmaqda, yəni tirəndazi farsça dedikləri və suda yüzməkdə, üzüncücülük. Və əlbəttə kitabın o birisi səhifəsində nə yazılacaq ona gedir. Və Girqalan və Geruqalan kəmaldə idi. Gerqalan hər nə ki vardı, kəmaldə idi. Üstdə idi, çox yuxarı bir vəziyyətə yetişmişdi. Atəsi dəxi bir saat gözdən qayib olduğuna verməzdi. Deyir ki, atası icazə verməzdi ki, bu 1 saat gözdən tərcümə eləmək ehtiyac yoxdur, türkçədir. Və bu oğlanın anası dəxi Çin məhbubələrindən idi. Təəssüflə bu bizim türklərin də müşkülə ilə tarixdə beləsi olubdur ki, özgə millətlərdən evləniblər. Bu oğlanın anası dəxi Çin məhbubələrindən idi. Xatun bir gün can təslim eylədi. Anası öldü. Padişah dəxi bədəl cəzəü səburidən qeyri məcal bulmadı. Cəzə yəni çox ağladı, narahat oldu filan. Amma səburidən, səbr etməkdən qeyri məcal bulmayıb bir müddətdən sonra axər be sultanın qoynuna nigah edib. Bir müddətdən sonra axər bir
sultanın qızına niqah edib sarayına gətirdi. Bir dənə ayrı sultanın, yazmayıb hansı sultanın qızına şey oldu, ondan evləndi, onu gətirdi öz evinə, sarayına. Saray sözü, saray da biz deyirik, saray sözü zahirən o yerdir ki, başımızı orada saxlayırıq, orada yatırıq. Ehtimalən, əlbəttə ola bilər ki, bu kəlmənin kökünü dostlar ki, dilçilər, onu desələr, yaxşı olar, saray sözü. Ola bilər ki, sarılmaqdan olsun, ki, bucaqlaşmaq mənasındadır, ya yayılmaq mənasındadır, sərmaq, sarmaq, yerə döşənmək anlamındadır. Ola bilər ki, bu kəlmədən olsun. Ya da qucaqlaşmaqdan olsun ki, ev bizi qucaqlayır, ya da sərilməkdən olsun ki, yer üzündə bir şeydir, sərmişik içində. Otururuq beləsi bir şey. Sarayına gətirdi. Bir qaç müddətdən sonra xatunun şəhzadəyə iştihası kətəb qələbə eylədi. Xanımın oğlana tamahı düşdü. Yəni bu öcək nənənin tamahı düşdü oğlana. Bir müddətdən sonra xatunun şəhzadəyə iştihası, mən kətəb görürəm, amma ola bilər ki, ayrı bir kəlmə oxusun. Məsələn, olsun, kənəb qələbə eylədi. Şəhvətdən məcal qalmın oğlanın qalmayıb oğlanın fürsətin və gözlərdir. Şəhvətdən məcal qalmıyor oğlanın fürsətin gözlərdir. Məgər oğlan dəxi bir ustadindən elmi heyət və nücum öyrənməyə məşğul idi. Oğlan da getmişdi elmi heyət və nücum göylər. Bu qədim bunlarla baxırdılar ki, başlarına adamların nə gələcəkdi. Onu orada beləsi bir elmi var idi. Məgər kim ustadı ol vaxt oğlanın taleyində nühusət əkbər görüb oğlana etdi. Qədim şeylərdən nühusət, yəni pislik görürdü. Ustad bunun taleyinə baxırmış, ehtimalən ya öncədən də görür ki, bunun taleyində bir nühusət var. Oğlana etdi. Dedi ki, ey şəhzadə, əgər 40 gündən xeyrin şərrün bozuşuyləsin. Burada kəlmələr bir cür olubdur ki, yəni nöqtələr, zətlər qatışıb bir-birinə. Ona görə bunu biraz təşxis verəmirəm. Ki, şöyləsin, beləsin, kim can qarğısı vardır. Var dedi. Can qorxusu var dedi. Yəni əslində indi orada o kəlmələr nə idi? Sən ismi Allahidən bir qaç ismi hifzi münasib oğlana təlim edib. Allahın pəs ola biləcək ehtimalən. Bəs ismi Allahdan, Allahın adlarından bir qəç ismi hifzi mənaqib oğlana təlim edib. Evlərinə göndərdi. Dəxi kəndi zeyləri zəminə girib. Dəxi kəndi zeyləri zəminə girib gizləndi. Yəni vəzir də qaçdı, gizləndi. Ustad. Ta ki kəndi o qadın bilməyələr oğlan dəxi evlərinə vardı. Şah etdi, ey oğul, bugün nə oqudun? Girib gizləndi ta ki kəndi bilməyələr, yəni ondan bilməyələr. Oğlan dəxi evlərinə vardı. Şah etdi, ey oğul, bugün nə oqudun? Oğlan cavab verdi, şah etdi. Cavab verdi, şah etdi. Ustad ona dedi ki, şah etdi, o ustadın
neyler bana cevap vermedi. Şah etdi. Oğlan cevap verdi. O vermedi. Cevap vermedi. Şah etdi ustadın neyler bana cevap vermedi. Şah etdi ne için söylemezsin? Ne için söylemezsin? Niye bana demirsən ki, ne öcədir? Oğlan yenə tinmədi. Əmr sultan əmrə ya da amirə. Sultan laləsini etdi. Lalə o adam ki bunu saxlırdı, bunu tərbiyyət edirdi, yanında daim qalırdı onu. Laləsini etdi. Oğlanın məlaləti vardır. Al anası qatinə alın ölküm göklü atilə. Al anası qatinə ilət. Al anası qatinə ilət apar göndər getsin. Ola kim göklü atilə. Xadim lalası dəxi oğlanı xatun qatinə gətirib etdi. Qatinə yəni onun yanına. O öcək nənənin yanına. Oğlanın gayətdə məlali varə. Dilimiz var. Belə bir şey dedi. Deməndə var. Bilməz səbəb nədir? Bilməzüz səbəb nədir? Şah sənin qatuqə göndərdi. Ne demek? Aha, senin katune. Kafına. Bu indi Cığatay dilinin təsirində yazılıbdır. Onun üçün bəzi kəlmələr əvvələn şəfahi yazılıbdır. Yəni ehtimalən bir nəfər bu nağılı eşidibdir. Onu eşitdiği kimi yazıbdır. Və biraz da xülasə yazıbdır. Biraz Cığatay ləhcənin təsirində qalıbdı, amma çox da qalmayıbdı. Oğlanın qayətdə məlali var, biləməzüz. Səbəb nədir? Şah sənin qatunə göndərdi, xatun etdi. İndi bir də siz evi xəlvət edin, mən bundan cavab alayım dedi. Xatun ilə oğlan xəlvətə qıldı. Xatun qolun oğlanın boynuna bıraxıb etdi. Ey canım cani, ey canım cani. Burada bir kəlməni yazıblar, üstünə xət çəkiblər. Gökülüb niyə məlul tərsin? Ya ayağın nəsi varsa burada kəlmələr yenə burada təəssüflə qələm, kömür qələm kimi bir şeylə yazılıbdır. Beləsi demək olar ki, indi səfələr bir-birinə dəyməklə yana ilə bunlar biraz qatışıbdır rəngi. Köklüm nəyə məlul mu tərsin? Aya kök nəsni var ehtimalən ayakun aya kök nəsi var isə həb mənim əlimdədir. Mənim ilə olur biz edəsək məlalətün ki gedər. Sən yigit bəndəxi gənc. Sən yigit bəndəxi gənc. Xatun kişim babaya getdikcə bu nadi. Dediyim kimi burada təəssüflə o şeylər qatışdığı üçün cəhlər biraz oxunması zora düşdü əlan. Baba getdikcə bu nadi
Əgər bəni qəbul edərsən, mənim əlimdən gəlir kim babanı öldürüb bitürüm. Səni taxta getiririm deyib bu sözü göklündən dediyinə and içdi. Allah Allah. Oğlana etdi. Siz də əfəndi and için ki mən də inanım bu işin tədbirində olum. Oğlan heç cavab vermədi. Xatun etdi. Ayəti neçə atəmi xatun etdi. Atəmi necə öldürərəm deyə fikr edərsən. Xəzində calibdir. Nağıl çox şey oldu. Bir qaç dürlü zəhər vardır. Bu xəz nə deməkdir? Ehtimalə xəzinədə olacaqdır. Xəzinədə bir qaç dürlü zəhər vardır. Biri bir ayə öldürər yəni. Və biri 2 ayə öldü və biri 3 ayə öldürür. Öldürmək yazıbdır. Öldür. Ehtimalən öldür, yəni burada bir fiilidir. Bu fiilinə mən tanış deyiləm. Pəs xəlayiq səndən bəndən olduğuna heç güman etməzlər. Şübhələnmə dedi. Oğlan yenə cavab vermədi. Xatun biraz səbr edib yenə etdi. Ey canım, əzizim, əgər bəni inanlığından necə ələmdirlər fikr edirsən, əgər bəni inanmadığından necə ələmdirlər fikr edərsən, necə alım deyər fikr edərsən, xəlayiq məsavəsindən ötürü bəki əlümünə gedərkən bu nə deməkdir? Əlümünü gedərkən Adəm göndər hərami surəti ilə gəlib yerlərində ölsün. Təqribən daxı nəqşə çəkir xanım ki, bunu necə öldürə beləsi görünür. Amma təəssüflə kitabın biraz rəngi dediyim kimi qatışıbdır. Biraz da gedən kimi olubdur. Yəni öldürə dedilər deyir. Cavu biraq yenə ol əmramidən necə xatun əl-cəlal izni verdi ya dedi. Oğlan cavab kəlməsinin üstünə xətt çəkibdir. Heç dinmədi. Cavab yoxdur. Oğlan heç dinmədi. Oğlanın söyləmə dücünə xatunun taqəti taq oldu. Eydər, ey canım cani, nə üçün söyləməzsin deyib qolu boynunda ikən keçdi. Kim öpə? Oğlan əl arxasıyla xatuna öyle çarptı kim xatunun ağzı ləxtəli qan oldu. Mən ləxtə oxuram, amma aşağıda indi 3 dənə qatışır bir-birinə, bilmirəm kim olur. Mən ləxt oxuyuram. Ləxtəli qan oldu. Xatun bu hali görcək eşqi odu sinəsinin adı ilə yandırdı. Kim dəmağı duxanından pur atəş oldu. Bir parsi
nə mənədir ovcindən. Burada bir kəlmə yazıb ki, indi qatışıbdır, oxuya bilmirəm. Bir parçanın ovcindən sıçrayıb andan edən birgə oğlan deyin səni dilər muradım edəm sən. Oh. Çox bir calib bunun filmi çıxar, amma təəssüflə dediyim kimi bunu biraz oxuması burada mənə zor düşdü. Gedək bu bölümün bir ayrı bölümünə, özəlliklə bu səhifəyə gələndə, haradaydı burada? Bu səhifəyə gələndə gəldim, görürük ki, kamilən o elə bir kömürlə yazılıbdır. Qələmin rəngi çıxıbdı qıraqlarına, bəlli deyək ki, nöqtə hansısıdır, dəndanə hansısıdır, mimlər hansısıdır, helər hansısıdır, bunlar kamil görsənmir. Onun üçün bir zərrə bunu oxumaq zor olubdur, amma oxumaq olar. Yəni bu cür deyir ki, bu kitab oxunmasın. Niyə onun adı yadıma gəlmir? Burada yenə o yaxşı görsənir, diqqət buyursanız o dediyim məziyyə burada. Görək buradan oxuya bilirik. Burada bir ayə kimi də görürəm. Bunu görək harda yazıblar. Hekayət ki, yenə burada bir şey yazıblar, qərəliyiblər üstün. Dedim bu kitab, bu cild bəllidir ki, bu bir məcmuə dastanlar, hekayələrin mücəllədidir. Və birinci yazıdır. Yəni bu hələ şeyə getməyibdir. Amma hər halda gözəl cild eləyiblər bunu. Hekayət. Məgər kim ol padişahın 40 tane vəziri. Qabağında da vəziri kim yazıbdır, amma vəziri təzəşdən. Vəziri kim var idi. Ya turar idi, beləsi bir şey qatışıbdır. Aqil dana idi. Şöylə kim əqli kiyasətdə və əqli kiyasətdə və fikru fərasətdə qılı 40 parə yararlardı. Bir dənə qılı, yəni məsələn bu qıl desək buna, bir dənə buradan qolumuzdan bir tük çəksək ona qıl deyirik türkcə, onu 40 yerə deyir bölərdilər, o qədər ağıllı idilər, bir dənə o tükü. Fərasətdə qılı 40 parə yararlardı. Yarmaq, yar sözü də oradan gəlir. Məsələn, deyir ki, mənim yarımdan uzaq düşmüşəm. Yəni ki, o mənim yarımdır, mən onunla bütünləşirəm. Bu xəbər vəzirlərə yetişdi, cümləsi şah qatına çıxar oldular. Əvvəlki vəzir əlləri gəlib etdi. İləri gəlib etdi, gəldi qabağa. Ey şah aləm həzrətündən və dilərüz kim? Ey şah aləm həzrətündən dilərüz kim? Şəhzadə bugün yanband şahın xəşmindən müstəhəq oldu bizə bildirəsiz. Burada indi o nədən olacaqdır? Burada yazıb, bugün yandı şahın belə bir kəlmə görsənir, amma dediyim kimi yaxşı oxunmur da, ona görə şahın xəşmindən nədən müstəhəq oldu bizə bildirəsiz. Padişah dəxi qəziyyəyi əvvəl və axır bəyan elədi. Yəsru vəzirlərin pəs vəzirlərin ulusi iləri gəlib etdi. Ey şah aləm, övrət sözünə uyub oğlun qiyməyə kim heyfidir? Haqqı Teala dəxi buyurur kim? Və la təsrifu fil qəza bir fil feili ehtimalı ya fil qəzai oxunmur. Mən fiil kimi daha çox bənzədirəm. Və la təsrifu fil feili innəhu kana mənsurən. Və burada əlbəttə bir şey vardır. Və hüvə şəriətdə və hüm şəriətdə
yoxdur ki və həm olacaqdır. Şəriətdə bu ayəni qırmızıca yazıbdır. Yadımdan çıxıb elə o və həm şəriətdə yoxdur, onu da qırmızıca yazıbdır. Yəni elə beləsi götürüb qələmi daha deyib yazım da. Və həm şəriətdə yoxdur ki, bir övrət sualə əməl edəli məgər bir övrət sudalə əməl edəli məgər şul yerdə kim halə müttəli olmaq haram ola və şahın dəxi ədlinə layiqdir oldur kim layiqdir yazıb da amma layiq oldur kim günah qəndi tərəfindəndir bilə zira kim övrətlərin məkri əzimdir nətəkim Qur'anıda innə keydə künnə əzim beləsi bir bu səhifəni bundan belə şey biraz şeydir bir-iki dənə çətinliklə belə oxuduq gedək bu kitabın son bölümündən ki 51 səhifədir əslə zahirində bu bir səhifəni oxuyaq və keçək o birisi nağıla bu kitabın yəni o birisi cildinə son səhifədə deyir ki işlədim dedi hatun etdi iləri zamanda bir padişah var idi. Aha. İndi şah ehtimalən bilmirəm nağılı amma belə nəzərimə ki o xanımı öldürdü. O xanımı ki bir ayrı şahın qızı idi, iki nənəliği öldürdü. İndi vəzirin qızını gətiribdi, onun nağılıdır. Hatun etdi iləri zamanda bir padişah var idi və onun bir hünərməndi var idi. Həbib Nəccaridən səbəq almışdı. Həbib Nəccar kimdir? Onu bilmədim. Həbib Nəccaridən səbəq almışdı. Qanun bir naxələf şahid anun və anun bir naxələf şagirdi var idi. Bir gün şah fitne var şah qətinə vardı. Ben hüner içində ustadəmdən hünərməndim. Şah layiqdir bana dəxi İncilin rəğbət edə dedi. Ya İncilin yazıb amma bu ehtimalən ayrı bir kəlmə oxuna bilər. Ayrı bir kəlmə oxunmalı. Çünki İncilin burada mənası olmaz. Dedi ki, yəni mən rəğbət versin, yəni ansinin də ola bilər. Ancilin yazılıbdır. İncil mən oxudum, Ancilin oxumaq olar. Yəni ona tay. Şah qətinə vardı, dedi ki, hünərməndim vardı, ben hünər içində ustadımdan hünərməndim. Şah layiqdir bana, dəxi Ancilin ola bilər, Ancilin rəğbət edə dedi. Bəs şah ustasını hazır eylədi və ikisin imtihana bıraktı. Ustad etdi ey şah, bunda bir iş var. İkimiz dəxi bir kəsrə və bir ağac alalım. Bunda bir iş var. Əlimizdəxi bir kəsər ver. Əlimizə dəxi beləsi olacaq. Əlimizə dəxi bir kəsər ver, ağac alalım. Bir qərquluq yerdə bir avə nə mənə? Bir qərənluq ehtimal olacaqdır. Qərənluq. Kaf burada nun oxunacaqdır. Bir qərənluq yerə bir avə girahət ol ağacı iki kəz bir yerdə ürəlim. Şöyle ki o izin təşərə eşidələr. Qənğimizdə hünər vardığı anda məlum ola. Dedi.
Bu söz üzərinə ittifaq edib bir kəsər və bir ağac alıb bir qələnlük əvə girdi. Ol kəsərin dögdüsüylə ağaca bir kəz vurdu. Təşəridə olanlar qəmu eşitdilər, döndərdi. Bir kəz dəxi yüzü ilə vurdu. Gəldi təşərə çıxdı. Görələr kim heç bir anına qədər kəsər dokunmamış. Görələr kim heç bir akına qədər kəsər dokunmamış qəmu. Təhsin etdilər kəsəri və ağacı oğlana verdi. Ol dəxi içəri girdi, bir kəz yüzü ilə ürdü. Eşitdilər, bir dəxi ürməkdə aciz qaldı. Barmağıyla ana akaru bəru iştiyib bir oxuya bilmədim. Bu nə deməkdir? Barmağıyla ana rubəru işte bu bir barmağın ol yerə qoydu. Dilədi kim bir dəxi ürə kəsər andı. Tamam, burada qurtardı. Biraz görürsünüz ki, zora düşdüm yazıdan dolayı. İkinci cildinə baxaq. Bunun əvvəli görək. Oğlanın bərməklərin ağca sonra ləbu toğradı. Oğlanın bərməklərin ağca sonra ləbu toğradı və şərmsar olub tişərə çıxdı və qəmusunun içində gülünc oldu. İndi bu hekayət onun üçün gətirdim ta şah bilə kim, oğlan kimsəyə hürmət etməz və kimsədən qorxmaz olur. Düşünün etmək ardınca olur. Düşün yəni xiyal. Düşünün etmək ardınca olur. Bu oğlan dəxi həman ol məzac vardır. Çün şah Hutundan, hatun həman hutun yazıb burada. Hutundan bu sözləri eşitdi. Ben ani ertə qoyaram dedi. Durdular cam-cama, vardılar qəssi ruzi həştum. Qutardı 8-ci gün. Birinci gün indi səhər oldu hətmən. İndi xanım qız nağılı dedi. Şah da onu öldürmədi. İndi gəldi qıssə-i ruzi həştum. Çün sabah şah təxtənə gəlib qərar elədi və cəlladə əmr edib oğlanı hazır qıldırdı. Boynun ürdüyü. Ür etmələn vur olacaqdı ki, burada əlif də gəlib bilmirəm. Əlbəttə burada bir tane da B yazılıbdır. Bilmirəm nə deməkdir. Boynun ürdüyü əmr elədi. Pəs 8-ci vəzir iləri gəlib etdi ey şah aləm, şahlara layiq dəcildür kim hər işdə. Əlbəttə calib budur ki, indi mən orada şey dedim, dastan belədir. Yox, o cür deyilmiş. Ehtimalən bu xatun, yəni şahın o bir ayrı şahın qızı ki, ögey nənədir. O hər gün bir nağılla gəlir ki, oğlanı öldürtdürə. Yəni şahın oğlun öldürtdürə ki, o xanıma əl verməyibdir. Onun nağılını deyir. Onun sabahısı bu şah istir oğlun öldürsün. Vəzirlər hərəsi gəlir qabağa bir möhlət alırlar və oğlunu qoymurlar öldürsən. 8-ci vəzir iləri gəlib etdi ey şah aləm. Şahlara layiq dəcüldür kim hər işdə təəccül
təəccil, əlbəttə burada lam oxusaq yaxşı, təəccəl edələr və aqil oldur ki, hər məsləhətdə məşvərət edə və hərgiz övrət sözü ilə işləməyə. Əgər şah izn verərsə, bir kifayət edəyim dedi. Şah izin verdi, vəzir eydər. Bələm Baur dərlər bir vəli var idi. Bələm Baur çox məşhurdur, bilmirəm kimdir, amma bir məşhur adamdır. Və onun vilayətinə yəqin yəni yaxın Ad qovmindən var idi. Ad bir Quranda bir qovmudur, onun adı gəlib Quranda olar. Onun vilayətini yəqin Ad qovmindən var idi. Ululəri Ucibni Unuq dərlərdi. Bunların başındakı Ucibni Unuqdur, ərəbcədə adısı. Qəmu kafirlər idi, hamısı kafir idi. Bir gün Musa əleyhissalam çərayı cəm eylədi. Ya da çəri cəm eylədi. Çəra kimi görsənir, cəm eylədi, vardılar bunları İslam dəvət edə. Həzrəti Musa indi Həzrəti Musadır da, bəli. Həzrəti Musa gəlir İslama dəvət eləsin. Qədim belə düşünürdülər ki, dinlər, bir Allahlı dinlər hamısı İslamdır. Və onlarda təhrif olduğu üçün mollalar, din alimləri, din bazarçıları, tacirlər, güclülər, gücü əldə etmək ötürü, pulu əldə etməkdən ötürü dini təhrif ediblər, öz mənfəətlərinə xidmət eləsin deyə. Din bir vəsilə olubdur ki, güclülərin və pullulara xidmət eləsin. Onun üçün Həzrət Məhəmməd son peyğəmbərdir gəlibdir, o təhriflərin qabağını alıbdır. Amma təəssüflə eləcinə din alimləri ki, adları din alimləridirlər, gördük ki, İranda, özəlliklə İranda dini güc üçün və sərvət üçün əllərində tutdular və dini aradan apardılar. Əlbəttə din dediyimiz bu günləri din İslam adında bir şey yoxdur. Bunu mən bu cürsə bəlkə yüzlər dəfə bunu demişəm. İslam adında bir din indilikdə dünyada yoxdur. Çünki hər kəs özünün İslamını yaşır. Mənlə sizlər işi tək-təkcə ehtimalən məni görürsünüz, ya yaşırsınız yer üzündə və özünüzü bir növ müsəlman bilirsiniz, amma hər kəsin müsəlmanlığı o birisi ilə fərqlidir. Onun üçün hər kəsin İslamı fərqlidir. İslam yoxdur arada. Hər kəs özünün bir təcrübələrin, dədənənədən, famildən, dostdan, yoldaşlardan, dövlətdən, sistemdən, kitabdan, radiodan, televizyondan, oradan buradan öyrəndiklərinə İslam deyir. Heç birisi İslam deyil. Mollalar da buna tabidir. Hamımız adamıq, heç birimiz İslam üzündə getmirik. İslam da Həzrəti Muhammed ilə getdi. Və Həzrəti Muhammeddən sonra da İslam fərqli yollara getdi. Yəni İslam yoxdur əslində. Həzrəti Muhammed getdi, İslam da getdi. Təhcə bir adam ki, dünyada deyə bilərdi, mən İslamı yaşadım, odur ki, İslamdır, Həzrəti Muhammeddir. Ondan sonra heç kəs dünyada deyə bilməz ki, mən İslamı yaşıram. Hər kəsən deyə bilər ki, mənim bir düşüncəm var, ya bir İslam yaşıram. Bir İslam yaşıram ki, mənə aiddir. 2 dənə ayətullah siz dünyada tapa bilməzsiniz ki, İslamları bir olsun. 2 dənə dinci tapanmazsınız ki, inancıqları bir olsun. Bunun üçün İslam yoxdur dünyada. Dünyada müsəlmanlıqlar var. Və müsəlmanlar sayı qədərdir. Onun üçün də burada dedim, qədim yazarlarda o cümlədən bu kitabı yazan belə inanırmış ki, Həzrəti Musanın dində İslamdır, İbrahiminki də İslamdır. Əlbəttə, Quranda da buna bir işarələr var. Onun üzündə bunlar da inanırlar ki, tamam dinlər ki vardır, bir Allahlı dinlər, onlar hamısı İslamdır. Cəlibdir, İran qanunu əsasında
İslama bağlı olan bəzi məzhəbləri din qəbul eləmədilər. Amma Zərtüştünü İranda qanun əsasda rəsmi din qəbul elədilər. Və bizim Azərbaycanlılar huş eləmədilər ki, olan bunlar Zərtüştü ki, bir Allahlıq deyil və farsların bir budpərəsti dinidir, ya bir qeyri ilahi bir dindir. Onu bunlar gətirirlər, bu farslığın burada kökü gəlir, dinə çevrilir. Bunu da biz bilmədik və başımıza çox böyük kələklər çəkdilər. Bizim böyüklərimiz siyasət və şeyi bilmirdilər. Yəni, biz də bilmirik, indi də bilmirik. Təəssüflə biz indi də siyasətdən çox-çox uzaqdayıq, siyasəti anlamırıq və özümüzü, düşüncəmizi fikir və siyasətdir. Hər kəsənin bir məhdud, bir çox bəlli və kiçik bir dairədə bilgisi var və o bilgini fikir və siyasətdir. Amma siyasət iki şeylə ya üç şeylə ayaq üstə durur. Birincisi puldur. Ən başda gələn məncə puldur. İkincisi güc. Üçüncüsü silah. Yəni bu üç dana hər kəsin əlində olsa, siyasət onun əlindədir. Əgər İslam'a dəvət edə, əgər müti olmazlarsa müqabil edə 480 bin ər cəm eylədi. Ər savaşçı. 400, indi bu hər kəsdir, 480 bin ər cəm eylədi. Çün adilərə yəqin vardılar. Adilər, yəni ad qovmi olanlar. Adilərə yəqin yaxın vardılar, gəldilər. Musa 10 kişi risaləti göndərdi. Risalət yəni elçi. Rəsulla ki deyirik, Həzrət Rəsul yəni elçi. Kişi risalətə göndərdi. 3 dəxi Ovc, o ayrı bir qəbilənin adı da, Ovc, o ki nə idi adı, rəhbərlərin adı, Ovc ibn Unuq. Ovc dəxi seyran elü o tərəfə çıxmışdı. Seyran elü, yəni dolanmaq üçün çıxmışdı çölə, o tərəflərə gəlmişdi. Seyran ləyü o tərəfə çıxmışdı. Gördü ki, bir qəç ucaq adamlı, yəni o tayfalı ki, gedir oradan, adamlar ucaq adamlı qımıldaşıb gəlirlər. Qımıldaşıb gəlirlər, toplanıblar, yavaş-yavaş biraz belə şeylə gəlirlər. Qımıldaşıb gəlirlər. Bildi ki, Həzrət Musa aleyhisselam çərisidir. Vardı, getdi, qəmusin tutdu, bir torbaya qoydu, umuzuna urdu. Böyük bir adam imiş, getdi, o 8 adamı tutdu, bir torbaya saldı, umuzuna aldı. Haqqı Teala qovmən cəbbarin dedi ki, qovm içinə gətirdi. O Ad qovmuna Allah qovmən cəbbarin deyibdi, deyir, ora gətirdi. Çox cəlibdir, nağılın davamı da beləsi davam edir. Kitabın gedək son səhifəsini oxuyaq. Bu kitabda 51 səhifədir burada gördüyümüz. Biz əvvəldən bir səhifə yarım oxuduq, təqribən ya bir səhifə oxuduq. Gedək axirindən də biraz oxuyaq. Bu 50 səfhənin görək ki, nə olur. Bildi ki, Haqqı Teala'dan bir hidayətdir, alıb ona gəldi. Və bu burada bir bəvab yazıbdır. Bilmirəm ki, nağılı oxumadığımız üçün bəzi şeylər bilinməyəcəkdir. Bu anda turuk oldu kim və mən yettəqillah yec'əlləhu məxrəcən və yərzıqhu min heysu la yəhtəsib. Turuk burada nə deməkdir? Onu bilmədim. Acaba türklər anlamındadır, cəmdir da. Türkün cəmidir əlbəttə. Acaba bu orada
biraz dalıya keçsək, bəlkə bunu görək ki, nə deməkdir. Cavab verim dedi. Məgər onda bir həcərə gördü, etdi. Çarə budur ki, bu hücrəyə girəm dəxi kəndimi edəm dedi. Yigit etdi bu hüfrənin qəpusun açı içəri girim kinə çıxacaq dedi. Aha, bu da bir ayrı nağıldır. Zahirən bunu bir dəfə dedim, bu kitabı nəzərimə gəlir ki, bir dəfə oxumuşam. Onun üçün əla məsələn bu nağıl yadıma düşdü ki, bir dənə oğlan uşağın istəyirlər malın əlindən alalar, dədəsi ölübdür. İstəyirlər bunun malını əlindən aparırlar bunu şikargahda, bir dənə köhülə ki, o tərəfdən geçsin filan. Bəhman bu da gedir orada içəridə bir yaxçı bir mövcudla tanış olur və hər halda onun hikayəsi. Qeydaq bunun son səhifəsini oxuyaq, bu səhifəni görək ki, bizə nə deyir. Vara bir quluruti halva gətirə və həm flori belə gətirə dedi. Şudəm bəstə qaldılar fil misal ol oğlan flori aldı. Bir iki yigit ilə bazara vardı. Flur ehtimalən pula deyirlər. Bir növ puldur. Flori halvacıya verdi. Halvacı yerə flurluq halvacıya verdi. Halvacı bir flurluq halva ürdü. Flori ağzına attı. Oğlan tuvay yoldaşlarını oğlan halvayı yoldaşlarını evə göndərmədi. Kəndi flori çılmağa burada bilmirəm ki, havaicdir nədir? Burada bir kəlmə yazıbdır, onu oxumağa çalışıram. Halvacının etdi oğlan halvayı yol... Aha, tamam. Halvacının qarşısında oturdu. Bir yerdə ta kim halvacı flori ağzından çıxardı, aşağı qoydu. Çün oğlan anı gördü. Filhal burada bir kəlmə yazmışmış, üstünü qərəliyib ki, deyil, ağzından. Filhal toluni gəldi. Bu toluni nə deməkdir? Toluni gəldi, flori cəldi, yürü verdi. Pəs halvacı gördü kim flori getmiş, bildi kim oğlan aldı. Tez alinə iki dəsti aldı, səkirtdi. Oğlan tərpətdi, yəni oğlan gəlmədi. Əyyarların evi önünə gəldi, durdu. Gördü kim oğlan dəcüldü ilə eylər. Oğlan gəldi, eylər vardı. Etdi ben flori aldım ki oğlan qərqulukda yoldaşların sayıb aldım dedi. Etdi gətir bana ver yürü vəsilə. Biraz çətin oxunur, dediyim kimi midatdan dolayı o yazılan vəsilə ilə ki yazıblar, biraz bəzi kəlmələr oxunmur, amma belə deyək ki, kamil oxunmasın. Nağılın davamı 3-cü cildidə gəlir. Bunun neçə səfhəsi var idi? 250 səhifəlik bir kitabdır. Gəldik bu kitabın
axirinə buna baxaq. Axirindən biraz oxuduq əlbəttə, ehtimalən bilmirəm ki, o idi ya yox. Gedək 4-cüyə baxaq. Bəlkə də 3-cüyə baxacaqdıq. Əgər bilmədim ki, hangisinə baxırdıq. Bəli, halvacının nəqli burada davam edir. Gedək 4-cü kitaba bir baxaq. Yəni nağıldır, bu nağılları oxuyacağıq. Biraz sadə dillə və danışıq dilində yazıbdır. Bir də bəzi kəlmələrin hamısını yox. Cığatay ədəbiyyat, yəni türk ədəbiyyat dili ilə yazıbdır. Bunu da görürük. Amma Midatın rəngindən dolayı, qələmin rəngindən dolayı təəssüflə kitab şey deyil. Amma o ki biz əvvəldə bir iş gördük. Əvvəldə gəldik, verdik bu Google bunu oxudu ki, hani onu silmişik. Google bunu bu əksi oxudu ki, bu kitab Yusuf Züleyxadən və Abdullah Camini Yusuf Züleyxasıdır ki, şeir və şeyini yazıb, biz onu görmürük burada. Burada o 40 vəzir dedikləri, dedim bu çox bir şeydir, çox məşhur bir dastandır. Hezar-ı-Yek Şəb. Kitabın adı Hezar-ı-Yek Şəbdir farsçada. Min bir gecə. Amma burada biz onu görmürük. Burada 40 gecə deyir və hər gün bir vəzir söhbət edir. Zahirən oğluna nəcat verir. Gedək son səhifənin, bu əlbəttə görmüşdük, buranı dedik, bu 5-ci sətrin kitabın sonudur. Bunun sonlarına bir baxaq, görək bunlarda nə yazılıbdır, onlarını oxuyaq. Mən bunu 2 səhifə sonunu oxuyayım, bu qədər bu günləri yetişsin bu kitabdan. Zamanı İskəndər gök oldur gözün, qoğun dedi, bunu biraz yekəldək ki, şey eləyək. Fərman İskəndər gərək olduran özün, oldur gəzin, qoğun dedi. Şah oğlandan bu eşidib bərməğin ağzına ürdü. Dəngə xeyran qıldı. Dəngə xeyran, heyran. Bu kəlmə bir ayrı yerdə də xeyran yazılmışdı. Xeyran qaldı və cəmi dövran bəqlü məcmə gerçək söylər övrətin sözünə mütəhayyir olub etdilər. Şəhzadənin sözü məquludur. Gerçək söylər övrətdən bu məkrlər çox görül dedilər. Ta aqibət 2-3 cariyələr gəlib şahqatinə şəhadət etdilər ki, biz divar ardından bu qıssayı eşidib şəhzadələr söylər sözü haqdır. Şəhzadəniz söylər sözü haqdır dedilər. Pəs şah işinə pəşiman oldu, istiğfara gəldi, şəhzadəyi 2 gözündən öpdü, nəvaxt edib, nəvaxt etmək farsça bir sözdür, səhv eləmişəm. Bəlkə də türkcədə bilmirəm, biz türkün kökün, bizim bugünkü dilimiz, türk dilimiz kökü Cığataydır və Cığatayda çoxlu dərlər var ki, biz onları deyirik və farsdır. Amma vaqiyyət budur ki, türkdülər. Nəvaxt burada, yəni, məsələn, başına əlin çəkdiyi nəvaziş elədi, biz buna bəzən deyirik şumalladı, bəzən deyirik tumarladı, bəzən də deyirik ki, oxşadı. Nəvaxt edib yanına aldı, ondan sonra vəzirlərin hər birindən həlaliyyət dilədi və qəmusin xilqətlədi. Vəzirlər dəxi şahın əlin dizin öpdülər. Hər tərəfdən hazır səlla olub, xaz təsəlla ya da hazır təsəlla olub, fərəh şadlıq elə oldu.
Ondan sonra şah buyurdu, xatuni səhraya çıxarıb saçını bir anın quyruğuna, bir atın quyruğuna bağladılar. At səğrəsinə qəmçi üp at səğrəsinə qəmci öp. Kəlmələr çox gözəl görsənmir. Heykəlməri verdilər. Nə mənə burada heykəldi. Hey gəldi ehtimalə bilmirəm nə deməkdir. Vurdular. Ol at üküb, bizdə elə deyirik ki, ürkümək deyirik da buna. Üküb hatuni taşdan taşa çaldı. Həlak hər parəsi bir taşda qaldı. Şəhzadəyə burada zidluğu da ehtimalən zidluğu bəlalar hep cümle kendi başına geldi. Şah ve şehzade ve vezirler cümlesi anun şerrinden emin oldular. Şah şad xürrəm olub fərahiyyətlə yeməyə və içməyə məşğul oldular. 40 gün kim matəm tutub geymişlərdi. Ol gün çıxarıb şahanə xələtlər ceydilər. Şərab, kebab, xas hazır edib şah ol gün bir məclis dilfuruz aman. Bir məclisi dilfuruz qıldığı için çarxı gərdiş olundan və əvvəlindən bəri anun mislin və kimsə görməmişdi. Ol məclisdə şah necə kişilərə xələt, məsələn burada bir tane da rüxsət kimi re qoyulubdur, iştibah yazılıbdır necə, xələt bağışladı. Əlbəttə burada bağış yazılıbdır, sonra kəlmə nə cür olubdur ki, biraz da bir tane qırmızı cümlə yəni qırmızı nöqtələrə heç diqqət eləməmişdir. Burada qırmızı nöqtələr vardı. Ondan sonra bağışlardı, ənamilər eylədi, dünyada və axirətdə yer edindi və həqiqətində yüzü ağ oldu və diləyim yıllar ömürlər sürdü. Axır kəndisi dəxi vəfat edib, şəhzadə babası yerinə sultan oldu. Ol dəxi neçə diləyim ömürlər sürüb, axır cəmisi dar fənadan köç edib, dar bəqaya nəql etdilər. Sizləri və bizləri iyi nəsihət qıldılar və biz dəxi onların ardınca nəql edə sürüz. Hələ biz onları xeyli dua ilə analım. Ola kim bizi dəxi xeyli dua ilə analı. Bu Be'avnillahil melikil mennan təmməd. Burada qutardı 99 ehtimalə bu il olacaqdı. Altında bir 99 var, bir 9 var, bir 1 var, bir də ehtimalən 4'dür. Belə bir şey görsən, amma inanmıram ki, bu tarix olsun. Bu bilirsən, təmmətil kitab Be'avnillahil melikil vəhhab, səniyi ilahi dilərim səndən rəqibə ərməğan olsun. Biri sancı, biri şətma afacan olsun. Baş tapmadım nə deməkdir. İlahi dilərim səndən rəqibə ərməğan olsun. Biri sancı, biri şənma ya da sənma afacan olsun. Yazı yazdım. Burada əlbəttə bu xətt fərqlidir. Qələm də fərqlidir, mürəkkəb də fərqlidir. Yazı yazdım, bi vəfadır rüzgar.
Ben ölürsəm ta qala, xəttüm yadigar. İlahi dilərim səndən kərəm, badın cüşa ilə, yadın da ehtimalən olsun, yadın cüşad ilə bu cünci sahibini. Cüncədir, bu kitabın adı Cüncüdür. Yəni bir məcmuədir. Dediyim kimi mən belə gördüm. Bu cüncü sahibini iki cəhanda bir bərmurad ilə. Hər kim bu kitabı oqursa, xeyr duadan faramuş qılmayələr. Qami dua təmməd. Burada əlbəttə bir şey də yazıbdır. Bunu əgər oxuya bilsək, bu çox xoşxətt bir şeydir, amma bəlli deyil ki, bunun əvvəli axırı haradır. Məzhərül əltaf ilahi əli. Belə bir şey yazıbdır. Bu möhrün içində, möhrü yekəldim. Bu möhr var burada aşağıda. O möhrü mən əgər çevirsəm beləsi onu oxuya bilsək. Bir dənə də çevirsək bəlkə oxuya bilərik. Aha. Məzhər əltaf ilahi əli. Üstündə də bunu tozlaşdan məzhər əltaf ilahi əlini yazıblar. Bu möhür buradadır. Burada bu xətti ki görürük, əgər oxuya bilsək bu xətti, bəlkə burada bir şey yazılıbdır ki, biz eləyə bilək onu anlayaq. Burada yazıbdır ki, sahib və maliki əl-həqiqi ya da əl-həqir Əli ən-Nayib. Aha, kitabın sahibinin adı. Əlbəttə bu sora bəllidir. Soralar yazılıbdır. Çox gözəl bir xətt ilə yazılıbdır. Oxuya bilsək buna. Son səfhədə nə yazılıb? Sahib və maliki əl-həqir. Sahib və malik əl-həqir Əli ən-Nayib. Əli ən-Nayib Pılnəqə. Pılnəqə oxunur, amma Pılnəqə. Pılnəqə huşşər. Ya huşşər ya huş. Mən huş yazıram, amma ola bilər ki, huş olacaqdır. Əfa ənhuma ehtimalən bu da dədəsinin adı olacaqdır. Pilnəqə huş ehtimalən Nayib. Pilnəqə bu da ibn olacaqdır. Bin huş. Beləsi nəzər gəlir ki, bu bin olacaq. Bu burada yazılan ibn olacaq. Yəni binçi deyəndə ibn olacaq. Bu da huş olacaq. Əfa ənhuma ənhü. Beləsi bir şeydir. Burada indi ehtimalən bu tarix olacaqdır. 999. Burada bir dənə yazmışıq sənə, amma bunu şey təmmətil kitab be'unillahil məlikil vəhhab səniyi ehtimalən bunların biri olacaqdır. Hangisi olacaqdır mən bilmirəm. Bunu mən buradan bir əks də salaq. Əvvəl bunu ki bunu beləsi eləyək. Onun yerinə buradan belə bir əks salaq. Bu kitabın axir səfhəsi önəmlidir. Bir də bunu yazaq, görək ki, bizə nə deyir. Tamam. Bugün Julayın 30'udur və biz çalışdıq bir Türkçe əski əl yazma ilə tanışalım. Tamam. Bu kitap o danışgahın adını düz yazsaq burada çox yaxşı olar. Leipzig. Bunu mən
Bu kitab şey eləyək, bunu latincə eləməliyik ki, L-E-I-P-Z-I-G Leipzig Üniversite ya bilim yurdunda saklanır. Bu bilim yurdu bu kitabı 5 cild halında bölüp ve PDF şeklinde umum üçün açık bırakıptır. Bu el-yazmanın o bir səfər ki yazmışdı, o hangi kitabın əvvəlində idi, axırında idi, birincisində idi fikirlərim, harda idi onu. Burada deyil, 5-cidə də deyil, hardadır bəs onda? Ah, 5-cidədir. Bu əlyazmanın üst-üstə 250 səhifəsi var ki, hər vərəq bir rəngdədir. Rənglər ağ, sarı, yaşıl, qırmızı, ağ, yaşıl, qırmızı, kremi rənglərlə səfhələnibdir. Bu kitab, beləsi yazaq. Bu əlyazmanın səhifələrinin əksinə baxaraq bəlli olur ki, bu kitab bir böyük məcmuə və cüncdir ki, bu 5 yerə bölünmüş əlyazma o kitabın içindəki hekayələrin biridir. Bunu bəlli olur. 5-ci cildin 5 bu əvvəl adını yazaq.
Bu əksini bunu salmalıyıq birincinin. Haradadır bu? Bunun əksini salaq. Birinci bu 5 bölümün birincisinin son səhifəsində bir Latin hərflərlə yazı yazılmış ki, Almanca ola bildiğinden ondan bir screenshot tutup Google'a verdik ta onu tercüme etsin. Tercüme Farsça oldu. Tercümede deyir ki bu kitap hangi kitap belli değil. Ama bunu koyacağım parantez arasına, koydum bunun arasına. Belli değil. Bu kitap Abdurrahman Cami'nin Yusuf ve Züleyha dastanının Türkçe tercümesidir ki Nesr ve şiirle beraber yazılmıştır. Ama biz bu kitaptan bir neçə səhifə oxuduqda bizə belli oldu ki bu kitap Yusuf ve Züleyxa'nın hikayesi değil. Belki bu el yazmanın birinci bölümünde kitabeti 40 vezir yazılmıştır. Ki kitabın adına delildir. Adına delildir. Sonra ve hemen birinci səhifədə bu
cümlələrlə qarşılaşırıq. Nə? Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ala nebiyhi ve ba'duhu. Burada bir nokta koyubdu. Bu kitap Arabi dilinden Ahmed Misri Sultan asr için tercüme eylemiş. Kim? Bu kitaba Arba'ine sabah ve mesa derlermiş. Tavarihi mulukda getirmişler. Kim? Azam memleketinde bir ulu padişah varidi. Heft keşver anung alinde idi. Şehriyarlık anın talatinde roşan idi. Haqqı Taala, bunları mən niyə nöqtələrini qoymadım? Nöqtə qoyub özü. Bilmirəm mən bu nöqtələri qoyum ya yox. Hər kimdən sonra məsələn bir nöqtə qoyubdu. Bəduhudan sonra bir nöqtə qoymuşdu. Onu gedəxar deyir. Elhamdülillah ala nebiyhi və bəduh nöqtə. Bu kitab ərəbi nöqtə qoyub orada. Ərəbi dildən. Hani ərəbi dilindən nöqtə. Biz də ona müraat eləyək. Ahmed Misri Sultan əsr üçün tərcümə olmuş kim? Eyləmiş, əlbəttə kim, nöqtə. Kim bu kitab Ərbəin məsah dərlərmiş. Nöqtə. Təvarix mülkidə gətirmişlər kim? Əcəm məmləkətində nöqtə. Görürsünüz, bunlar virgül yeridir. Bir ulu padişah. Burada padişahdan sonra nöqtə qoyubdu. Nəzərə gələn. Üstünə də qərət çəkib əlbəttə. Bilmirəm ki, yəni silibdir ya elə qırmızı qoyub sonra qalıbdı. Var idi. Heft keşver anın əlində şəhriyarlıq anın tələtində roşan idi. Burada nöqtə qoyub. Tamam. Haqqı Taala ana bir oğlan ruzi qılmış. Haqqı Taala ana kafla ana bir yoxdur, bir
bir oğul ruzi kılmıştı ki cahan xalqi onun hüsnündə xeyran olmuşdu. Oxumaqda və yazmaqda atmaqda və suda yüzməyə və suda yüzməkdə olacaqdı. Yüzməkdə olacaq, bəli. Yüzməkdə və o birisi səhifədə və geri qalan kəmaldə idi. Atəsi dəxi nöqtə. Atəsini məmulən aları şey ilə yazıbdı. Atəsi dəxi bir saat gözdən qayıb olduğuna döyməzdi. Bir saat gözdən qayıb olduğuna döyməzdi. Və bu oğlanın anası dahi Çin məhbubələrindən və bu oğlanın vavını vardı. Oğlanın anası dahi Çin məhbubələrindən idi. Xatun bir gün can təslim edib. Xatun bir gün can təslim edib. Can təslim eylədi. Tamam. Bu qədər mən fikirlərim ki, burada yetişər. Hekayəni də əslində bildik. Yazmış. Sonra bəlli olur ki, şah bir başqa şahın qızı ilə evlənir. Bu xanımın tamağı şahın oğluna düşür və oğlanı Xatun çalışır ki, oğlanı atasın öldürməyə və onunla evlənib
oturmağa razı salsın. Oğlan buna razı gelmir. Hatun oğlandan intikam almağa kalkır ve 40 gün hileler düzenlir. Ama 40 vezirden her biri bir gün şahı oğlunun qətlindən uzaq saxlırlar ta ki tüm dəlillər ortaya çıxır və şah qane olur ki xatunu onun qətlinə çalışırmış. O xatunu at quyruğuna bağlayaraq süründürərək qətlə yetirir. Bu beləsi. Bu hekayə bir az da olursa olsun Yusif və Züleyxanın hekayəsinə bənzir. Amma o hekayə ilə yaxından uzaqdan əlaqəsi yoxdur və aydad. Bu niyə çox yekəldi, indi çıxmır. Tamam. Əlaqəsi yoxdur. Və bu əlyazmada şeir heç bir misrədə şeir görünmədi. Bundan əlavə kitabət qələmi və cöhərin keyfiyyəti çox aşağı olduğundan cöhərin rəngi yayılıb və səbəb
olub ki, yazılar bir az da olsa qatışıbdır ve bir az kitabı oxunaqlıqdan salıbdır. Məncə bu əlyazmanın oxunaqlığı ondan 8 ola bilir. Amma oxumaq olar. Belə deyil ki, əsla bu əlyazma oxunmasın. Bəlkə bir az səbr və bir də həvəslə ilə yavaş-yavaş oxuyub kəlmələrin kəşfi lazımdır ta insanın və oxucunun gözləri və beyni bu əlyazma ilə tanış olsun. Kitabın cildi. Burada bu qələt yazmışam, gördüm onu. Kitabın cildi bu 250 səhifəlik hekayənin yazılışına görə daha incə və daha şəkillidir. Bu da mənə onu göstərir ki, bu kitab yazarın bir toplu hekayələrinin əslidir. Çünki yazıda bir çox kəlmələr yanlış yazılmış və yazar yanlış ya da səhv yazılmış. Yazar o yanlışı və səhvi bilir bilməz onun üstün qaralamağa və yeni və doğru sözü yazmağa çalışmışdır. Əgər bu kitab nəssaq ya xəttat əlindən çıxsaydı, həm xəttin yazılışı, həm də
Bu qaralanmış səhv ya qələt sözləri yazmaz və təmiz və yüksək keyfiyyətli bir cövhər və qələmlə yazardır ki, əlyazma daha gözəl və daha qiymətli görünsün. Amma bu yazı elə bil ki, bir ailə üçün və ailə fərdi əli ilə yazılmış. Yəni pul ilə ölçsək daha ucuz bir əlyazma olar. Amma bu əlyazmanın qiymətin türk dili və ədəbiyyatı özəlliklə də şəfahi ədəbiyyatın şəfahi şəklində yazılması cəhətindən önəmlidir. Tamam, burada bir şey gördük. İndi gedək 5-ci cildə dedik bir şey var. 5-ci kitabın cildin üstündə və iç tərəfində Osmanlıda çox yaygın olan nəqqaşlıqdan bir nəqqaşi var ki, su üzərində çəkilib, sonra kağıza köçürüləndən sonra o şəkli kitabın üzərinə yapışdırmışlar. Tamam, buradan bu kitabın fiziki şeyini tozih verdik, amma 5-ci burada bir yazı var idi 5-cidə. Təmmət bölümünü, bunu indi onu da yazmalıyıq. Əlbəttə onu oxumadıq burada. Kitab bəlkə də 250 səhifə deyil axı. Burada mən bu
beləsi desaq, mən bunu cəm eləyim. Cəm eləyim. Bu 51 səhifə. Birinci 51 bir əlavə. Bunu 50 yazaq da, çünki 50 artı ikinci necədir? Çünki onun bir səhifəsi bu şeydir. Bu da 51'dir. Bu da yenə 50 olsun. Bu 2. Üçüncü də bu da yenə 50'dir. Dördüncü bu da 50'dir. Beşinci 16'dır. Bunu da deyək 16 desək, əvvəlində nə var idi bunun? 15. 15 desək. Bu olar 100, 215 səhifə. Bəs 250 səhifə deməyək. 250 səhifə deməyək. 215 səhifə. 215 səhifə. Tamam. Bunu doğru elədik. Burada bundan əlavə həmən bilim yurdu da bir səhifə hər bölümə bu əsərin umum üçün olduğunu izah üçün artırmış. Tamam. Bunu da yazdıq. O da o bəlli olsun. Bu sonda nə deyir? Bu gedək onu yazaq. Təmmətdən qabaq deyir ki, xeyr dua ilə öləlim. Burada bir şey yazmamışdı. Vəzirliyi nəsihət qıldılar və biz dəxi onların ardınca nəql edəriz. Hələ biz onları xeyr dua ilə analım. Ola kim bizi dəxi xeyr dua ilə anələr. Be'unillahil məlikil mənnan təmmət. Gedək indi burada aşağıdan tızışdan 5-ci bölümün PDF'dəki 5-ci səhifəsində hekayət başa çatır və Təmmət ilə qurtarır. Amma Təmmət sözünün altında 1999 bu nə mənədir görsənir? 99 9 1 4 kimi ədədlər də görünür. Amma 6-cı səhifədə amma 6-cı səhifəsində
yazır. Aidiyyat. Amma 6-cı səfhəsində yazır. Nə yazır? Təmməd. Təmməd əl-kitabu bi'uni Allah əl-Məlik əl-Vəhhab səneyi. İndi burada nöqtə ilahi dilərəm nöqtə səndən nöqtə ilahi dilərəm səndən rəqibə nöqtə ərməğan olsun nöqtə biri nöqtə sancı nöqtə biri nöqtə şetma ya şetma olur ehtimalen. Şetma nöqtə afacan olsun. Afacan olsun nöqtə. Geçir yine devam edir. Davam edir. Devam edir nə ilə? Yazı yazdım bi vəfadır rüzgar. Yazı yazdım bi vəfadır rüzgar. Ben ölürsem qale xəttüm yadgar nöqtə. Əlbəttə bu qalədən sonra da bir xətt yenə nöqtə qoymuşdu. Onu yazaq. Qalə xəttüm yadgar. İlahi dilərəm səndən kərəm. İlahi dilərəm səndən kərəm nöqtə yadın güşad eylə yadinə ya da badinən güşad eylə. Bu cüngü sahibi acaba yadinən ehtimalen yadinəndir. Yadinən güşad eylə nöqtə bu cüngü sahibini nöqtə iki cəhanda bərmurad eylə. İki cəhanda bərmurad eylə nöqtə hər kim bu kitabı oxusa, hər kim bu kitabı oxusa nöqtə xeyri duadan faramuş nöqtə. Bunlar nöqtə deyirlər. Qırmızı bir şeyler qoyublar, amma mən nöqtə kimi olduğu üçün bunlar yəni bir-birinin altına sətr hesab olur hərəsi. Xeyri duadan faramuş qılmayələr. Faramuş qılmılar
nokta qami baqi nokta və dua nokta təmmət nokta 999 ehtimalən bu ədəd şeydir. 99 nokta 9 nokta bu da budur. Əcəba burada indi kitabda biz birincində bir şey görmədik. Bunun əvvəlində bir tarix də burada yazmışdı. Bu da universitetin. Bundan da bir əks salaq əlbəttə. Bundan da bir əks salaq. Veraq bu şey oxusun. Kitabdan da bir beləsi bir məsələn bu səhifədən də bir əks salaq. Bundan da bir əks salaq. Heç bunda yaşıl mən bu bölümdə görmədim. Biz dedik bu yaşıldır, amma yaşıl görmədim. Burada görürəm. Görək eləyə bilsək, bura getsək. Ehtimalən yaşıl bu idi, elə şeyi gördüyümüz. Tamam, bu da bizim bu kitabdan əkslərimiz. Kitabın yazarını bilmədik kimdir. Sorular. İndi isə sorular. 1. Bu kitabı kim yazmış? Hangi zamanda yazılmış? Hangi sultandır bu? Ne mənə adı dedi? Deyir Sultan-ı Misr. Sultan Əhməd Misri. Sultan Əhməd Misri. Hangi sultandır bu? Sultan Əhməd Misri. Tamam. Əlbəttə bunun qabaqcan bura gəlməmişdən, suallardan gəlməmişdən öncə burada bir şey yazmışdı. Yazmışdı ki, bunu orada son səhifədə. Son səhifədə və başqa bir xətlə bu cümlə yazılmışdır. Nədir? Sahib və maliki Əl-Həqir Əli Əl-Nayib Pılingə ehtimalən bunu mən bunu İbni Huş bu
götürsün və kitabın sahibi haqqında bilgilər varmı? Əcəba bu kitab haqqında Leipzig Üniversitəsinin katalogunda daha geniş bilgilər varmı? Dünya və Türk araşdırma mərkəzlərində tanınan bir kitab mıdır? Bu kitabdan başqa nüsxələr varmıdır? Tamam, mən fikirləşirəm ki, bu qədər bu kitabın haqqında yetişər. Bunu biz buradan göndərək ChatGPT-yə, Gemini-yə və özümüz də bunu fotokopi eləyək, gətirək, bura da qoyaq. Bundan əks də verəcək. Əks vermədik, amma gərək verək. Buna da burada qoyaq. Bir dənə də var idi. ChatGPT-yə də verdik, yox, verməmişik. Bu 4 dənə şeylərə verək. İndi gedək kitabdan saldığımız əksləri bu o tərəfdən gələndə əkslərə edit icazəsi vermir. Bu tərəfdən gedək. Bu Sultanın dünənki kitabımızdan idi. Bunu da ki edit eləmişik. Bu da edit olmayıbdı. Bunu edit eləyək. Bu da elə edit olsun. Bu da o danışgahın səhifəsindəndir. Mənə gəldi ki, Almanda saxlanır, amma Leipzig bəlkə də Almanda bir mövqe olmazsa sözümüz yanlışa gedər. Aha. Dondu nədənsə. Geride doldurmadı, bunu save eləmədi. Həman məsələyə yetişirik.
Tamam, bunları fiilən icazə vermir. Biz də burada ötürək qalsın elə. Tamam. Tamam, cavab vermədi. Bağlayaq. Yetər bu qədər. Buradan qalanı biz buradan aparaq. Bu 2 dənəyə əvvəl bu hansısa deyə görək bu icazə verəcək ya yox. Hardan başlanacaqdı? Buradan başlanacaqdı. Bu əksi qəbul etmədi. Oracan ki qəbul elədi, onları biz qəbul eləsin, göndərsin. Amma bu umaram ki qəbul eləsin. Cimnay. Cimnay qəbul elədi, əksləri də göndərdik. Və gedək ChatGPT-yə görək ki, ChatGPT də qəbul eləyəcək ya yox. ChatGPT məşğuldur, bunları hazırladı, təqribən hamısını hazırladı, göndərdi, getdi və sonuncusu, yəni bu nədir bunun adı? Görək bu nə deyir? Umaram ki bu da qəbul eləsin. Bu da Copilot'dir. Hətta bu çox əks göndərmədi, bu da 3 dənə göndərdi elə bir. İzafi göndərmədi. See all. Çox göndərmir, amma tamam. Elə bu qədər də bizə yetişər. İndi biz gedək görək ki, bunlar nə yazdılar. Əvvəl Cimnay görək ki, nə yazdı bu kitab haqqında. Salam, dünyanın və türk dili və ədəbiyyatının araşdırma mərkəzlərində Osmanlı və İslam əlyazmaları konusunda çalışan bilim yurdularında, o cümlədən Leipzig Bilim Yurdunun kitabxanasında bu kitab və onun bənzəri olan cüncü məcmuələri haqqında bilgilər vardır. Bu gözəl əlyazma və onun içindəki hekayələr haqqında düşündüklərimiz və verdiyim bilgilər əsasında bu soruların cavabları belədir. Bu kitabı kim yazmış və hansı zamanda yazmış? Söz gətirdiyin mətnidən və əlyazmaların xüsusiyyətlərindən bəlli olur ki, bu əsər təməldə Əhməd Misri tərəfindən ərəbcədən türkcəyə, Osmanlı əski türkcəyə çevrilmiş bir əsərdir. Əlbəttə bu Əhməd Misrini niyə gətirdi ki, onun tərəfindən tökülübdür. Ehtimalən yəni o sifariş veribdi. Ona görə belə gətirdi. Mətnidə açıqca deyilir, bu kitabı ərəbi dilindən Əhməd Misri Sultan Əsri üçün tərcümə edilmiş. Zaman konusunda isə mətnidəki bəzi ədədlər, məsəl üçün 99 ya bənzər qeydlər və yazı forması bu nüsxənin tək bir hərf və ya peşəkar Nəssah Əli ilə yox, bəlkə dediyin kimi ailəsəl ya da şəxs üstü bir təqib ilə, məsəl üçün son səhifədə adı keçən Əli Ən-Naib Pələngə Huş. Pələngə idi, o mən yazdım. Pəlnəgə Huş ya da bənzəyər bir sahibin Əli ilə köçürüldüyünü göstərir. Osmanlı dönəmlərində bu tür cüncülər, mətnlər məcmuəsi ümumiyyətlə 16-cı və 17-ci illiklərdə və ya daha sonraki sədələrdə xalq arasında yayılan şəfahi və yazılı ədəbiyyatın bir parçası olaraq qələmə alınırdı. Hansı sultandır bu Sultan Əhməd Misri? Mətnindəki Sultan Əsri üçün
ifadəsi bu tərcümənin o dönəmdəki hökmdarlardan birinə və ya dönəmin sultanına hədiyyə ya da təqdim üçün hazırlandığı göstərir. Hədiyyə üçün deyil, çünki çox aşağı bir yazıdır şey olaraq. Misri ləqəbi isə bu yazarın və ya tərcüməçinin Misir bölgəsi ilə bağlı olduğunu və ya o tərəflərdə yaşadığını bildirir. Tarixdə və Osmanlı Misir ədəbi çevirilərində bu adla tanınan bəzi şairlər ya alimlər olsa da, bu əsərin özəlliyi onun rəsmi dərbər ədəbiyyatından daha çox xalq və cəvami arasında yayılan şəfahi yazı, hikayə bağlı olduğu, burada bir şey yazılıbdır, bağlı olmasındadır. Bu kitabdan başqa nüsxələr varmı? Bir şey demədi, yəni bəlli eləmədi ki, bu adam kimdir? Bir də bilmir, yəni. Bu kitabdan başqa nüsxələr varmı? Bəli, bəlli olduğu kimi 40 vəzir hekayələri və ya 40 gün və 40 gecə bəxtiyarnamə və bənzər hekayə məcmuələri türk və şərq ədəbiyyatında çox yaygın bir tipdir. 40 vəzir hekayəsi qadının hiləsi və vəzirlərin hər gün bir hekayə ilə şahın oğlunun ölümünü önləməsi mövzusu dünya hekayəçiliyində, məsələn, Əlifə Leyli və Leylə, Əlifə Leyli və Nəhar əlbəttə aslı geri olsun, yəni 1000 gecə gündüz. Əlifə Leyli və Leylə və ya da Səndibad Pliti əsərlərdə, Səndibad tipli əsərlərdə geniş yayılıb. Leipzig Bilim Yurdu'nun kataloqlarında bu nüsxə tək olaraq bir züncün içində qorunur. Ancaq bənzər nüsxələrdən dünyanın başqa kitabxanalarında, məsələn İstanbul, Paris və ya London, Paris olacaqdır, Paris və ya London kitabxanalarında bu əsərin başqa başlıqlar altında götürülmüş nüsxələri mövcuddur. Heç zıt vermədi. Yəni, bunları heç birisi dərdə dəyməz. Əslində, məlumat vermədi. Leipzig Universitəsinin kataloqunda bilgi varmı? Bəli, Leipzig Bilim Yurdu'nun kitabxanası ki, beləsi Leipzig University Library, universitədə filan yazılıbdır, özünün şərqi əlyazmaları kataloqlarında bu əsərləri qeydə aldırıb. Bu kitablar ümumiyyətlə türkcə əlyazmalar kataloqlarında Türkçe yazmalar fehristi bir məcmuə ya da cüng adı altında içindəki mətnlər adlarıyla birlikdə tanıtılır. Leipzig'in internet üzərindən bu səhifələri açıq buraxması araşdırmacılar üçün böyük bir qazancıdır. Çünki dediyiniz kimi xəttin keyfiyyətsizliyi, cöhərin yayılması və yazarın özəl xətti bu əsərin oxunmasını çətinləşdirir. Ancaq türk dili özəlliklə də Osmanlı dönəmi xalq dili və şəfahi ədəbiyyatın gəlişməsi baxımından dəyər biçilməzdir. Əkslərə görə nə dedi? İrsal-i təsavvür giranbaha və iskrinşatha puzzle şinasایی این اثر را به شکل شگفت‌انگیزی کامل کرد. با نگاهی به برگه‌ها و به ویژه یادداشت لاتین کتابخانه لایپزیگ و صفحه آغازین و پایانی نسخه پاسخ پرسش‌های شما دقیق‌تر روشن می‌شود. آیا لایپزیگ در کاتالوگ خود توضیحاتی درباره این کتاب دارد؟ بله، کارت توصیفی قدیمی کتابخانه لایپزیگ تصویر فلان این اثر را با عنوان لاتین زیر ثبت کرده است که کتاب عشق یوسف پیغمبر və Züleyfa. Belə bir şey dedik ki, yoxdur. İn kart ehtimalən bu məcmuənin adıdır, amma kitabın adı deyil. Yəni bu bölümün adı deyil. Cüngün adı ola bilər. این کارت همچنین به نکات بسیار جالب اشاره دارد. توصیف کاغذ و رنگ‌ها. اشاره شده که کاغذها در رنگ‌های گوناگون سفید، زرد، قرمز، سبز، قهوه‌ای و غیره به صورت متنوع پشت سر هم قرار گرفتن تا خواننده به خواندن ترغیب کنند. Bunu da dedik ki o değil. Tarixguzari در انتهای کارت لایپزیگ تاریخ نگارش نسخه یا ورود آن به کتابخانه حدود سال 1088 هجری. Kitabda acaba Leipzig 1088'de var imiş ya yok. 1088 Hecri'de, Qəməri'də
deyir ki, intihai کارت نگارش نسخه یا ورود آن به کتابخانه. نگارش یا دا کتابخانه یا جیرمه تاریخی. حدود 1724 میلادی یا دهه‌های پیش از آن تخمین زده شده است. خطای کاتالوگ نویس غربی. کاتالوگ نویس اروپایی بر اساس تشابه این نوع داستان‌ها با یوسف و زلیخای جامی گمان کرده که این اثر ترجمه ترکی همان منظومه است، در حالی که چنان که خودتان با دقت کشف کردید متن داخلی در واقع فرق وزیر بختیارنامه است، نه یوسف falan. Acaba biz bunu bu günkü yazında yazaq ki, kataloqda bu iştibahı düz deyir. Biz bunu tapdıq, amma bunu yazaq bir yerdə ki, çox önəmli olsun bizim üçün. Yusuf və Züleyxaya bənzəmir. Tamam, bunu mən orada yazaram. این کتاب رو چه کسی نوشته و در چه زمانی؟ نویسنده مترجم اصلی. در متن آغازین صفحه 1 تصریح شده است که این اثر را احمد مصری برای سلطان عصر غلط deyir. Əslən bu cür deyil. Əhməd Misriyə tərcümə olub. Yəni tərcümə eləyiblər ona. Yəni bir nəfər mütərcimə pul verilib ki, bunu tərcümə o da çevrilib də birinci əlyazmadır. سلطان احمد مصری چیست؟ در تاریخ ادبیات عثمانی و متون ترجمه‌ای سده‌های پیشین برخی از مترجمان و نویسندگان وابسته به جوامع مصری عثمانی یا نویسندگان گمنامتر حوزه‌های پیرامونی دست به برگرداندن داستان‌های عامه‌پسند حکمت‌آموز و حکایت‌های پندآموز مانند قرقوزی و 1001 شب زدند. این عنوان سلطان یا احمد مصری بیشتر به یک مترجم یا ادیب متصل به درجاهای محلی یا فضای اصلا بلا دیل، یعنی bu bəllidir ki, o üçün deyil. بررسی یادداشت‌های پایانی نسخه در صفحه پایانی نسخه چند لایه یادداشت بسیار ارزشمند دیده می شود. ثبت تاریخ و نام کاتب، دارنده، مهر و امضا بیضی شکل پایانی متعلق به فردی به نام علی النایب یا عناوین مشابه. اصلا buna rəbti yoxdur. Əlbəttə ki, burada Həzrəti Əliyə işarə ola bilər. Möhür hardaydı? 5-ci deyil, əgər səhv eləmirsəm. Bunu baxsaq. Beləsi geçsək üstə. Burada bir yazı var, oxunmur təəssüflə. Və bu yazı da ki, latincədir. Onu da verdik, oxudu. Bu da cildidir. Bu da cildin içidir. Kitabın içinə girdik. Bu da kitabın içindən 3 səhifə ağdır. 4-cü səhifədə bir yazılar var. Bunu oxumadıq təəssüflə. Bunu oxumalıyıq əgər şeyləsək. Burada bu Əli, məzhər əltaf ilahi Əli, bu ola bilər ki, həm kitab sahibi olsun, həm də Həzrəti Əlinin haqqında olsun. Yəni bu möhr onun ola bilər. Bu ona rəbti yoxdur. Amma o şey ki vardı, bu kitab budur. Biz onu oxuduq. Dedik, bu da bunu bizim əlimizdən aldığı məlumatı bizim özümüzə yanlış olaraq qeytarmağa çalışır və bu da doğru deyil. Biz bunu bildik ki, belə deyil. ثبت تاریخ و نام کاتب دارد. مهر و امضاء بیضی شکل پایانی متعلق به فردی به نام علی النایب یا عناوین مشابه است. عبارات دلنشین کتاب در شعر پایانی: yazı yazdım bی وفا روزگار، من ölürsem qala xəttüm yadigar. این ابیات نشان میدهد که کاتب یا دارنده اثر که شاید از افراد تحصیل کرده اما غیر حرفه‌ای یا خانواده‌ای بوده، با حوصله و عشق این مجموعه جنگ را برای یادگار یا استفاده شخصی تحریر کرده است. جایگاه این نسخه در جهان و مراکز پژوهشی: این نسخه در رده جنگ‌های خطی عامه پسند Popular Manuscript Miscellaneous قرار می‌گیرد. نسخه‌های قرقوزیر یا بختیارنامه در کتابخانه‌های بزرگ دنیا مانند کتابخانه ملی فرانسه، موزه بریتانیا و کتابخانه‌های استانبول فراوانند، اما ارزش این نسخه خاص در لایپزیگ علاوه بر ساختار رنگارنگ برگه‌هایش در این است که زبانی بسیار نزدیک به ترکی شفاهی و عامیانه دارد و برای مطالعه تحول واژگان دستور زبان و ədəbiyyat şəfahi Türkiye Osmanlı sənəd بی‌نظیری به şumar می‌رود. Tamam, bir şey demədi əslində, bunu bağlayaq keçsin, bu özünə bir məşğul olsun. Amma təəssüflə bu şeydə bunu gərək yazaq ki, yazılarınızı lütfen
Lütfen üstteki her iki yazınızı Ərəb, Türk əlifbası ilə yazın ki, mən bir az sürətlə oxuya bilim. Tamam, görək onları yazacaq ya yox. Bəli, əlbəttə. Bir yolda ayrı cür yazdı. Bu da məni Türk ərəb əlifbası ilə belə yazıram. Bu şəkildə. Qoy deyim ki, bunu Güney ləhcəsində yaz. Səndən rica etsəm yazılarını bu yazı ilə yox, bəlkə Güney Azərbaycan türkcəsi ya da Osmanlı türkcəsi ilə yaz. Çünki bilmədim bu hangi türkçə ilə sən yazırsan. Bəli, alaram. Bundan sonra yazdığıma görə tamam. Mən bunu indi buradan görüm eləyə bilirəm, kopya eləyəm. Əgər eləyə bilsəm bunu kopya eləyəm. Aha. Bunu buradan kopya eləyəm. Bunu Güney Azərbaycan türkcəsi ilə yaz. Sonra o birisini qoyarıq. Yenə də aynı yazdı. Tamam. Bəli, verdiyiniz təsvirə görə bu əlyazma Leipzig Universitesi Kitabxanasının Osmanlı Türk əlyazmaları körpüsünə aiddir və bu fondun rəqəmsal təsvirləri qalamus vasitəsilə açıqdır. Amma yalnız bu təsvirlə əlyazmanın dəqiq siqnaturasını, müəllifini və ya tək nüsxə olub-olmadığını qəti demək olmur. Bunun üçün kataloq qeydi lazımdır. O da gedir, orada bir şey veribdi ona. Nə məlum olur? Leipzig Universitesi Kitabxanasında təxminən 3500 şərq əlyazması var və onların rəqəmsal nüsxələri qalamusda axtarıla bilir. Ehtimalən internet mənzurdur. Dedik ki, bunun ərəb əlifbası ilə yaz, bu getdi. Biz hara qoymuşduq? Bura, aha. Məmulən burada bizə bir şey verir ki, bunu nə cür şey eləyək. Aha, buradadır. Bunu ərəb, türk əlifbasına çevirin. Yenə də bir cür yazır ki, biraz oxumağı zor olacaqdır. Bəli, bunları əlbəttə birazını oxumuşduq. Nə məlum olur? Leipzig Universitetəsinin kitabxanasına təqribən 3500 şərq eli
Şərqəli yazması, Şərq əli yazması var və ona rəqəmi nüsxələr qalamusda axtarıla bilir. Kolleksiya fərqli yazıbdır. Mən bunu oxuya bilmirəm. Buradan geçək. Gedək, bunu bağladıq. Gedək bu şeyə baxaq. Görək ki, bu nə dedi? Bu daxil onlardan biraz ağıllı yazır və mənə yaxın yazır. ChatGPT görək nə deyir? Sizin oxuduğunuz mətn və müşahidələr bu əlyazmanın kataloq məlumatı ilə əsərin həqiqi mühtəvası arasında bir qarışıqlıq olduğunu göstərir. Bu qədim məcmuələr cəng yazıb. Burada cüngülərdir. Üçün çox yayğın bir haldır. O şeydə də cüng yazmışdı. Kitabın özündə də cü-ö-lə yazmışdı. Cüng yazmışdı. Araşdırmadan çıxan nəticələri aşağıda təqdim edirəm. Bu əsər Yusuf Züleyxa deyil. Sizin gətirdiyiniz müqəddəmədə bu kitabı ərəbi dilindən Əhməd Misri Sultan əsri üçün tərcümə eyləmiş kim? Və sonra Şah oğul, Ögə ana və 40 vəzir hekayəsi başlayır. Bu açıq şəkildə kitabı 40 vəzirin hekayət-i ərbəyin səbah və məsa başlanğıcıdır. Yusuf və Züleyxa dastanında nə 40 vəzir var, nə də Ögəy ananın şahzadəyə aşıq olması. Dolayısıyla Google OCR latin yazısı və ya kataloq yazısızı yanlış yola salıb. Sizi yanlış yola salıbdır. O da ki, şeydir. Bu əsərin əsli adı nədir? Çox ehtimalla bu əsərin əsli adları bunlardan biridir. Hikayət-i ərbəinə səbah məsa, bunu oxuduq. Hikayət-i 40 vəzir, kitab-ı 40 vəzir, özü yazıb, kitab-ı 40 vəzir, Kitabət-i 40 vəzir, əlbəttə kitabın adı Kitabət-i 40 vəzir, Tarix-i 40 vəzir, Ərbəin-i səbah və məsa, bunların hamı eyni əsərin fərqli adlarıdır. Əhməd Misri kimdir? Sizin müqəddəmədə gördüyünüz Əhməd Misri bu məlum bir Osmanlı mütərcimdir. Mütərcim deyil, onun üçün yazılıbdır. Araşdırmalara görə ərəbca əslində türkcəyə tərcümə etmişdir. Əsər 2. Murad Sultan Murad-ı Sani zamanında təqdim etmişdir. Yəni, nüsxələrdə adı Şeyxzadə olaraq da geçir. Bir çox alim bunların eyni şəxs ola biləcəyini düşünür. Ehtimalən kitab, ehtimalən 2. Murad, 2. Sultan Murad çağında yazılmış. Sultan Əhməd Məsri yoxdur. Sizin oxuduğunuz cümlə Əhməd Misri Sultan əsri üçün tərcümə eyləmiş. Bu bəzən OCR səbəbi ilə Sultan Əhməd Misri kimi oxunur. Qələtdir, əlbəttə o deyil. Amma doğrusu Əhməd Misri Sultan əsri üçün tərcümə etmişdir. Bu doğrudur. Yəni, Əhməd Misri əsrin sultanı üç müşabı tərcümə etmişdir. Ola bilər ki, Əhməd Misri Sultan əsri üçün tərcümə etmişdir. Bu doğru olsun. Amma yazarın adı onda olur Əhməd Misri, sultanın adı olmur. Ola bilər belə olsun, bu doğru gələ bilir nəzərimə. O sultanın adı Sultan Murad-ı Sanidir. Pəs onda Əhməd Misri yazar olar. Tamam, Əhməd Misri yazar olsa, Sultan-ı Sani də Sultan Murad-ı Sani 1824 ilə 855 illər arası, 855 hicri illər arası hökmdarlıq edib. Yəni, bu kitabın ömrünə baxsaq bunun dediyinə görə, indi deyək ki, bu kitab Sultan Muradın son zamanlarında yazılsa, yəni 855-də yazılsa, 855-də yazılmış olsa, bundan çıxsaq 1448-i, 5-600 ilə hududən 600 il öncə yazılmış ola bilər. Yəni, kitab ən azı 593 il öncə yazılmış ki, bu, dedik ki, sultanın ölən ili əgər yazılırsa olsa, yəni o zaman yazsa, amma əgər
Sultan Muradın onda elə dediyim kimi mən nəzərimə gəlir ki, bu birinci əlyazmadır ki, gedib xəttata gedəcək idi. Amma xəttata getməyibdi. Elə bu əlyazmanı qoyublar, bir kitab eləyiblər, saxlayıblar. Bunu o cürsü görürəm mən. Onda bu kitabdan ən azı 600 il öncə bu kitab yazılmış. Bu anlaşılma görə. Bu dastanın əsli qaynağı nədir? Bu dastan Osmanlıda yaranmayıb. Alimlərin qəbul etdiyinə görə zəncir bu şəkildədir. Hindi dastanı, Səndibadnamə farsca, ərəbcə rivayət, Əhməd Misrinin türkcə tərcüməsi, Osmanlı nüsxələri sonralarda bir çox cüngülərə daxil edilmişdir. Sizin nüsxən niyə cüngüdür? Bu nöqtədə mən sizinlə tamamilə razıyam. Sizin dəlilləriniz 215 səhifə, hər bölümün kağız fərqi rəngində, bölümlər arasında ayrılıqlar, bir hekayə ancaq bir bölümü doldurur, sonra başqa əlindən yazılar, mətnlər. Bunların hamısı cüngü məcmuə olduğunu göstərir. Osmanlıda çoxlu hekayə, şeir, risalə, dua, münacat və nəsihətnamələr bir cild içində toplanardı. Nəyə şeir yoxdur? Sizin müşahidəniz çox önəmlidir. Katalog Yusuf Züleyxa deyil. Amma mətn, nəsr və uzun hekayədir. Buna görə ehtimal çox yüksəkdir ki, katalogçu bölümün sonundakı latin ya da qədim almanca yadında yazılan yanlış şərh əsaslanmışdır. Bu da bir ayrı kitabdır ki, biz eləyə bilirik ki, təsih eləyək. Yəni, deyək ki, Almanlı kitabxanada, o danışqahın kitabxanasında bu şey ki yazıblar, yanlış yazıblar, adam bilməyibdir, türkçə bilmirmiş. Sizin oxumaqla etdiyiniz təşxis mətnə daha yaxındır. Yazı keyfiyyəti haqda müşahidəniz. Bu da çox dəyərli bir kodikoloji müşahidəsidir. Siz deyirsiniz, cöhər yayılıb, sözlər qarışıb, bir çox qələtlər var. Sonradan üstündən düzəldilib, xəta keyfiyyətində deyil. Xəttat keyfiyyətində deyil. Bu xüsusiyyətlər müəllif nüsxəsi ya müsəvvədə, draft, birinci yazı ya da şəxsi istemal üçün yazılmış ərzan nüsxə olmalı ehtimalını gücləndirir. Yəni, bu bazar üçün hazırlanmamış zinətli bir nüsxə deyil. Nüsxədən çox oxumaq üçün yazılmış bir nüsxəyə bənzir. Məncə bu yazılıb ki, bunu versinlər sultana, sultanın dərbarında bu şəkildə yazılsın. Bunu yazan ya tərcümə edən əslən. Əslində bunu tərcümə edibdir. Bunu verəcəkdir bir nəfər yazsın. Ona görə bu birinci dəstxətdir. Bu əsərin başqa nüsxələri varmı? Bəli, bu əsərin Türkiyədə, Avropa kütüpxanelərində, Rusiyada, Uppsala, Leiden, Viyana, Paris, Dresden, St. Petersburg, Leipzig da olmaqla 70-dən çox nüsxəsi tanınır. Əcəb, bu kitabın 70-dən çox nüsxəsi var. 10. Leipzig nüsxəsi məşhurdurmu? Bəli, Leipzig Universitetində Şərqi əlyazmaları məcmuəsi dünyanın mühüm məcmuələrindən biridir və Osmanlı, ərəb və fars əlyazmaları üçün araşdırmacılar tərəfindən geniş istifadə olunur. Amma sizin nüsxənin özü hələ ki, hamı tərəfində məşhur olan xas bir nüsxə olduğunu göstərən aşkar bir qeyd tapmadım. Mənə ən çox maraqlı gələn məsələ sizin dəyişdiyiniz PDF-də 5-ci səhifədə təmmət, 6-cı səhifədə isə başqa xatimə və dualar başlayır. Bu, məncə, çox mühüm bir əlamətdir. Bu, təqribən yəqin ilə göstərir ki, bu hekayə əslində orada qurtarıb. Sonra başqa bir əl o cildə dua, yaddaş və sahiblik qeydiləri artırıb. Mən də belə düşünürəm. Yəni, bu sadə bir hekayə nüsxəsi deyil. Uzun zaman istemal olunmuş bir şəxsi cüngüdür. Mən bundan qəbul eləmirəm. Məncə bu birinci əlyazmadır. Sultana veriləcək, tərcümə edibdir. Sultana verəcək, sultanın dərbarında bu əlyazmaya çevriləcək. Yəni, gözəl bir kitaba çevriləcəkdir. Ehtimalən bunun əlyazması ustan, məsələn, Topqaşı Saray
Topqapı Saray Kitabxanasında mövcud olmuş ola əsli üzündən gözəl xəttiylə yazılmış. Mənim pişnihadım, əgər sizin Leipzig nüsxəsinin kataloq nömrəsi, PDF linkini ya da ilk 323 səhifəsini göndərsəniz, mən o nüsxənin kataloq vəsfini mətnlə müqabil edib kataloqun doğruluğunu, tarixini, nəsraq və sahiblik qeydlərini, su nişanəsini, watermark, yəni su nişanəsi watermark, mühür, harda bu şey qoyulubdur, kağız, xət və cild xüsusiyyətlərini və bu nüsxənin digər 40 vəzir nüsxələri arasında hangi güruhə daxil olduğunu elmi kodikoloji meyarları ilə müfəssəl şəkildə təhlil edərəm. Biz də buna kitabı əkslərini verdik, amma bu bir şey yazmadı. Görün bunun haqqında bir şey. Bu əksləri analiz edərkən tarix, xətt növü, digər əlyazmalarla, digər bu nüsxədən başqa, beləsiliyək. Bu nüsxənin başqa nüsxələri ilə əlyazmaları ilə müqayisə edər misiniz? Məncə bu kitabı Əhməd Misri Sultan üçün tərcümə etmiş. Əlimizdəki bu əlyazma o tərcümənin əslidir ki, bu əlyazma sultanın katibləri tərəfindən çox gözəl şəkildə hazırlanmalı olmalıdır. Hətta bu kitabın nəfis cildi ki, çanta modelindədir və cild 3 bölümdən və çox nəfis şəkildədir. Bunu göstərir ki, sultanın təhrir və yazma sistemi əsli mütərcimin əsli əlyazmasın qorumaq üçün ona çox nəfis cild hazırlamışdır. Əcəba 40 vəzir hekayəsindən divan
və əlyazmaları içində bir nüsxə varmı ki, bizim bu teorini təqviyyət gücləndirsinmi? Tamam, bunları da gələk bu sualdan. Fikir edirəm ki, mən indi o şeyi bağladım, amma bunu aşmalıyam təzəşdən. ChatGPT-ni və o Perplexity aşmalıyam ki, bunlara bunu buradan qoyaq buna. Yapışdıraq, deyək ki, bunu yetiş buna. Bunu da, burada da tamam, bunu da oradan yazdıq və gələk burada fikrin bəli, bura qoyduq da, bunu göndərdik, o cür oldu. Əziz İnsafəli, bu gün sizin göndərdiyiniz səhifələr və söylədiyinizlərlə əlyazmanın həqiqi kimliyi mühtəvası, kataloqdakı yerinin necə olduğu və Yusuf Züleyxa ilə qarışdırılmışının necə yanlış olduğu tam qətiliklə aydınlaşdı. Aşağıda sizin göndərdiyiniz səhifələrin üstündə dəqiq elmi təhlil və söylədiklərinizə tam uyğun cavab verirəm. Heç bir latin hərfisiz tam ərəbi Osmanlı xətti ilə. Bu əlyazma nədir? 2 yed 40 vəzir rivayətinin türkcə icid, ehtimalən ikit yazılıbdır. İkit 40 vəzir rivayətinin türkcə nüsxəsidir. Sizin göndərdiyiniz səhifələrin üstündə aşağıdakı kataloq yazısı var. BI 104V 2.2 i qırır 2 yed 40 vəzir. Bu cümlə tam qatiliklə göstərir ki, bu kitab 40 vəzir rivayətinin türkcə nüsxəsidir. Yusuf Züleyxa ilə heç əlaqəsi yoxdur. Nəsrdə yazılmışdır, şeir yoxdur. Şəfahi rivayətçi yazısıdır. Nüsxə xəttat yazısı deyil. Sizin oxuduğunuz mətndəki cümlələr də buna tam uyğundur. Bu kitabı ərəbi dilindən Əhməd Misri Sultan-ı Əsr üçün tərcümə eləmiş kim? Bu kitab ərbəin səbah məsa dərlərmiş. Yəni, əsl ərəbi ərbəin səbahən və məsaən rivayətinin türkcə nüsxəsidir. Leipzig kataloğunda bu kitab necə keçir? Sizin göndərdiyiniz səhifələrdə aşağıdakı rəsmi katalog kodu var. Kodu odur. Kataloğun sesi Islamic Manuscripts. Bu kodu Leipzig Üniversitəsinin Türkcə Osmanlı əlyazma, hikayə, Cüncü Məcmuə, 40 vəzir rivayətinin nüsxəsi olaraq qayd olunmuşdur. Bu sizin əlyazmanın tam elmi, rəsmi bir nüsxə olduğunu göstərir. Sizin göndərdiyiniz səhifələrin elmi təhlilinin nəticəsi. Səfələrin rəngi. Sizin göndərdiyiniz səfələr ağ, yarı, qırmızı, yaşıl, kiremi, pəmbə. Bu rənglər əsl əlyazmanın xüsusiyyəti deyil. Leipzig kitabxanası digital əritilmiş rənglərlə səfələri ayırmışdır. Yox, bu o deyil. Fikir edirəm ki, bu yanlış edir. Amma latin səhifədə yazılan Singula folia alba flovo ruboro verdidi. Bu cümlə göstərir ki, əsl nüsxənin kağızları da rəng-rəngidir. Yəni, bu nüsxə nadir və antik bir cüngüdür. Yazı, cövhər, səhv, təsih. Sizin deyişinizlə tam uyğun cövhər yayılıb, səhv, təsihlər çoxdur.
yazı sözləri qaralayıb doğrusunu yazıb. Yazar sözləri qaralayıb doğrusunu yazıb. Nəssaq xəttat yazısı deyil. Ailə içindən bir rivayətçi tərəfindən yazılmış olmalıdır. Bu xüsusiyyətlər 16-17-ci yüzlük Anadolu Osmani şəfahi rivayətçi yazısının tipik əlamətləridir. Mühtəva. Sizin oxuduğunuz mətnidə padişah, şahın oğlu, xatunun hilələri, 40 gün rivayət, vəzirlərin şahı oğlunun qətlinə mane olması, xatunun at quyruğuna bağlanaraq öldürülməsi, bunların hamısı 40 vəzir rivayətinin klassik mütəvasıdır. Yəni, bu nüsxə Yusuf Züleyxa ilə heç əlaqəsi yoxdur. Latin səfəsi necə yanlış tərcümə və təfsir verir. Sizin göndərdiyiniz Latin səhifədə yazılan Liber Amorum Giuseppi Patriark nəmənə belə bir şey. Bu səhifə əlyazmanın əslini deyil. Bu səfhə 18 yüzlükdə bir Almani Latin kitabxanacının yanlış təfsirinin nəticəsidir. Yəni, o kitabın rəngli vərəqlarını görüb, caminin Yusuf Züleyxası ilə qarışdırıb. Amma bu tam yanlışdır. Çünki bu nüsxədə heç bir şeir yoxdur, cami ilə əlaqəsi yoxdur, Yusuf Züleyxa ilə əlaqəsi yoxdur, mütəva tamamilə 40 vəzirdir. Bu yanlış təfsir 18 yüzillik kitabxanacılarının çox yaygın yanlışıdır. Əhməd-i Misri Sultan kimdir? Bu cümlə Əhməd-i Misri Sultan-ı Əsr üçün tərcümə eyləmiş kim? Osmani əlyazmalarda məmul Misr və valisi Əhməd Paşa. A. Gəldi, indi yolda fərqli bir sözdür. Ya, Misrin hakimi Əhməd mənisində kullanır. Bu cümlə Sultan Əhməd xan deyil. Bu rivayətin tərcüməsi məmulən 16-cı yüzlükdə Misr valisi Əhməd Paşa çağında yazılmış olur. Yəni, yazar ərəbi nüsxəni Misr valisi Əhməd Paşa çağında türkcəyə tərcümə edib. Bu deyil. Orada sultan var. Sizin nüsxədə o tərcümənin kopisidir. Məncə o qabaqçı oxuduğumuz düzdür. Yəni Əhməd Misrili sultana tərcümə edib. Məncə bu doğru gəlir. Sahib və Malik Əl-Həqir Əli Naib kimdir? Son səhifədə yazan Sahib və Malik Əl-Həqir Əli Naib bu cümlə əlyazmanın sahibinin adıdır, yazarın deyil. Naib məmulən qazi naibidir. Yəni, Əli Naib divan qazi naibidir. Naibi Əli. Sondakı Yəlnəqə ya da İbn Huş kimi sözlər ya okunması çətin ləqəbdir, ya yazıcının səhv təshihidir, ya yarımçıq qalan addır. Dünyada tanınan bir nüsxədirmi? Bəli, çox tanınan bir rivayətdir. 40 vəzir rivayətinin nüsxələri İstanbul, Bursa, Quniyə, Misr, Qeysəriyyə, Qahirə, Berlin, Viyen, Liden, Paris, ehtimalı Ləndən olacaq Liden yazır. Leipzig gibi çox yerdə var. Bu rivayət Türk şəfahi nəsri ədəbiyyatının mühüm bir qismidir. Bu nüsxənin yazılış çağı sizin göndərdiyiniz səhifələrin xüsusiyyətlərinə görə yazılış çağı yüzlük 16-17-ci yüzillikdə. Anadolu Osmanlı rivayətçisi yazısı. Nəssaq xəttat deyil. Cövhər ücüz, kağız ücüz, səhv təsi çox. Bunlar hamısı bu çağa uyğundur. Sizə məxsus nəticə. Bu kitab Yusuf Züleyxa deyil. Bu kitab 40 vəzir rivayətinin türkçəsi nüsxəsidir. Yazılış çağı 16-17-ci yüzillikdir. Yazar bəlli deyil. Sahib Əli Naibdir. Tərcüməçi Misir valisi Əhməd Paşa çağında bir rivayətçidir. Məncə bu doğru gəlmir, amma bu da bir ehtimaldır. Yəni, Leipzig kataloğunda rəsmi elmi bir nüsxədir. Dünyada tanınır. Başqa nüsxələr çoxdur. Əgər istəsəniz, təhlilini paleografik sizin göndərdiyiniz səfələrin Osmanlı türkçə hərf və hərf təsirləri falan açıqlaya bilərəm. Yox, istəmirik. Çox gözəl. Məncə bu qədər yetər. Yəni, bu kitabın haqqında bu qədər apardığımız məlumat bu gün üçün yetər. Uzun oldu. Haradasa 3 saat 20 dəqiqədir ki, bir rubdur ki, bu kitabın haqqında
apardığımız bəhsləri davam etdik. Burada bitirək, qalsın bir ayrı gün. Allah ömür verirsə, bir ayrı türklərin yaratdığı uyğarlıqdan və mədəniyyətdən bir ayrı düşüncə ilə, əlyazma ilə tanış olarıq. Hələlik sağ qalın.